Salam əziz abituriyentlər. Bugün mən sizə maddə miqdarı bölməsindən olan kimya formullar üzrə hesablamalar testinin izahını verəcəm. Birinci sual. 1 molunda 3,1 vurulsun 10 üstü 24 sayda su molekulu olan kristal hidratı göstərin. Deməli biz burada 3,1 vurulsun 10 üstü 24'ü böləcəyik Avogadro ədədinə. Çünki normalda 1 mol maddənin 1 molu 6,2 vurulsun 10 üstü 23 sayda molekula olan gəlir. İndi biz də bunu mola çevirmək üçün deməli 3,1 vurulsun 10 üstü 24'ü bölürük 6,2 vurulsun 10 üstü 23'ə. Bu da eləyəcək deməli 5 mol. Deməli hansında suyun əmsalında 5 varsa həmin kristal hidratı götürürük. Cavab olacaq D variantı. İkinci sual. 5-ci qrupun əsas yarım qrupunda yerləşən elementin baş oksidinin mollar kütləsi 142 qram bölünsü moldur. Bu elementin nisbi atom kütləsini hesablayın. Deməli 5-ci qrupun əsas yarım qrupunda yerləşən elementin baş oksidinin ümumi formulunu biz yazaraq R2O5 bu şəkildə. Və onun mollar kütləsi 142-dirsə, yazarıq ümumi emir şəklində 2R plus 16-nı 5-ə vuranda 80 bərabərdir 142-yə. 2R bərabərdir 62, R də bərabərdir 31. Deməli bu elementin nisbi atom kütləsi 31-imiş. Y variantı. Üçüncü sual. İkivalentli metal oksidinin 4 qramında deməli ikivalentli metal oksid deyəndə gəlin burada ümumi formulu naməlum metal olduğuna görə elə X götürək. İkivalentli olduğuna görə oksigen də ikivalentlidir. Hər ikisi ikivalentli olanda indeks yazılmır. Çünki ixtisar gedir. Deməli XO formula malik olur. İndi oksidin 4 qramında 6,2 vurulsun 10 üstü 23 metal atom var. Yəni tənasüb quraq burada. Deyək ki 4 qramında əgər 6,2 vurulsun 10 üstü 22 metal atom varsa, bunun da ümumi emirini qeyd edək ki maddənin özü də X plus 16 qram olanda burada isə deməli metal atomdan söhbət gedir. Sadəcə metal bir indeksi 1 olduğuna görə elə bir dənə Na qədər. Yəni elə 6,2 vurulsun 10 üstü 23. Yəni bir Na'nın da qiyməti Avogadro ədədidir, qoyduq yerinə. Buradan X plus 16'ını tapırıq. Bərabər olacaq deməli 40'a. X də olacaq 24. Doğru cavab olacaq B variantı. Dördüncü sualda da yine eyni qaydada ikivalentli metalın oksidi metalo və yaxud XO şəklində qeyd eləyərik. Bu dəfə də deməli yenə həmin tənasüb, həmin qiymət çıxacaq. Çünki 4 qramında, oksidin 4 qramında 6,2 vurulsun 10 üstü 22 oksigen atom var deyir. Bu dəfə biz də yenə yazarıq ki, özünün kütləsi X plus 16 olanda oksigende yenə bir dənə oksigen var. Bayaq metal dedi, indi oksigendir. Hər ikisi bir olduğuna görə bir Na, yəni bir dənə 6,2 vurulsun 10 üstü 23. Buradan yenə X plus 16 bərabər olacaq 40'a, X də olacaq 24'ə. D variantı. 5-ci sual. Bir tamində 505 vurulsun 10 üstü 24 sayda atomları olan magnezium 3 N2 birləşməsi neçə qramdır? Deməli, belə bir tənasüb quraq ki, bizə atomun sayını verib və kütləsini soruşur. Atomları deyir özdə. Gəlin biz də ümumi atomların qoyaq. Deyək ki, özlərinin ümumi atomları sayı falan qədərdir və kütləsini də qeyd eləyək ki, kütləsi də budur. Və şimdi 1,505 vurulsun 24 atomu neçə qram uyğun gəlir? Biz onu tapaq. Deməli, magnezium 3N2, magnezium nitrit birləşməsi. Burada ümumi atomların sayı 3 magnezium 2 azot, 5 atom var, 5 Na sayda. Yəni 5 vurulsun, 6,2 vurulsun, 10 üstü 23 sayda atom var. Belə olanda bu birləşmənin kütləsi 100 qramdır. Və şimdi 1,505 vurulsun 10 üstü 24 sayda olsa atomun sayı neçə qram olar? Belə tənasüb yəni bu şəkildə qurur. Şimdi bunu hesablayırıq. Buradan belə deyək də 6,2 1,505 ilə gedəndə burada 4 qalır. 10 üstü 23, 10 üstü 24 ilə burada 10 qalır. Deməli burada olacaq 5 və 4 20. X bərabərdir. Onu da 100'ə vuranda 1000. Sürətdə olacaq 1000. Məxrəcdə də 20. Eləyəcək 50. Deməli doğru cavab olacaq burada 50 B variantı. 6-cı sualda da yenə həmin sualdandır. Yenə eyni tənasibi quracaqsınız. Yəni burada da yenə atomlardır. 5 vurulsun 6,2 vur 10 23'ə 100'dürsə həmin sualda sadəcə bu dəfə 1,204 vur 10 24 2 qiymət dəyişik olacaq. 7-ci suala baxaq.
Deməli C2H molekulunda karbon və hidrogen atomlarının saylarının nisbəti 1/3 kimi olduğunu bilərək onun formulunu müəyyən edin. Deməli indeksləri ixtisara gedəndə 1-in 3-ə şəklində qalmalıdır. Burada deməli A variantı ola bilməz, B variantı ola bilməz, yəni ixtisara gedəndə D variantı ola bilməz, Y variantı da həmçinin, amma C variantı ola bilər. 2 ixtisara gedəndə qalacaq CH3 şəklində. Yəni 1-in 3-ə nisbətində qalır. Doğru cavab C variantıdır. 8-ci sual. 8 qram CH4 üçün nə doğru deyil? Deməli 8 qram CH4. Normalda CH4-ün molar kütləsi MCH4 bərabərdir 16-ya. İndi 16 qram, yəni 1 moldur burada. İndi 8 qram veribsə, 8 qramda burada neçə mol olar? Elə məsəl üçün B variantında deyir 0,5 moldur. Bəli, bu doğru olacaq. Çünki 8-i böləndə özünün emirinə 16-ya 0,5 mol eləyir. Onda B variantı doğrudur. Bizdən səhv istəyir. A variantında tərkibində 4 mol hidrogen atom var. Elə yanlış olan budur. Çünki normalda, yəni bunun 1 molunda 4 hidrogen atom var idi. Bəs bunun 0,5 molunda nə qədər hidrogen atomu var? 2 hidrogen atomu var. Yanlışdır A variantı. C variantı doğrudur. Çünki normalda 1 mol 6,2 brons-23-dürsə, bu da 0,5 mol olanda 0,5-i vursaq Avogadro ədədinə eləyəcək 3,1 vur olsun 10,23. Yəni C doğrudur. Sonra D variantı yenə doğrudur. 11,2 litrdir. Çünki 22,4-ü 0,5-ə vuranda 11,2 litr eləyir. Sonra 1 molunda 12 qram karbon varsa 0,5 molunda 6 qram karbon var. Hər şey bunun yarısı. Yarımçıqdır da. Bu metan 1 mol yox, bunun tən yarısı. Ona görə hər şey onun yarısı qədərdir. Amma A variantı yanlışdır. 9-cu sual. Hansı duzun 1 molun tərkibində 90 qram kristallaşma suyu var? Deməli 90 qramı gəl mola çevirək. 90-ı bölək suyun emirini 18-ə. Eləyəcək 5 mol su. İndi görək hansında 5 mol su var. Burada əlbəttə ki cavab olacaq B variantı. Onuncu sualda da eyni ilə hansı duzun 1 molun tərkibində 36 qram kristallaşma suyu var. Yəni 36-nı böləcək nəyə? Suyun 1 molunun kütləsinə 18-ə. Bu da eləyəcək 2 mol. Deməli 2 mol su var burada. Kristallaşma suyu 2 moldur. D variantı olacaq cavabımız. 11-ci sual. İkivalentli metalın sulfat dozunun 0,5 molunun kütləsi 8 qramdırsa, metalın nisbi atom kütləsini müəyyən edin. Deməli, ikivalentli metalın sulfat dozunu biz yazaraq ikivalentli metalı X götürək. Sulfat qalığı da SO4, o da ikivalentlidir. Hər ikisi ikivalentli olduğuna görə indeks yazılmır. Olur X SO4. Formul belədir. İndi onun 0,5 molunun kütləsi 8 qramdır. 1 molda bunun emirini yazsaq X plus SO4 də 32 ilə 64, 96 eləyəcək. Buradan X plus 96 bərabər olacaq. Deməli 160-a, X də bərabər olacaq 64-ə. Deməli metalın nisbi atom kütləsi 64-dür. Doğru cavab C variantı. 12-ci sualda da 3 valentli metalın sulfat duzu verir bu dəfə. Metalımız əgər 3 valentlidirsə, qalıq SO4 qalığı da 2 valentlidir. Onda 2 düşəcək X-in indeksinə, 3 də düşəcək SO4-ün indeksinə. Bu şəkildə olar formul. İndi bizə deyir ki, 0,5 molu 20 qramdır. Biz də yazırıq 1 molu da özünün emirini qeyd edirik yenə. 2x plus SO4 özü deməli 96-dır. 96-nı vuracaq 3-ə. Deməli 3 vurulsun 96, bu da 288. Buradan 2x plus 288 bərabər olacaq 400-ə. 2x bərabərdir 400-dən 288-in çıxaq. Olacaq 112. X də bərabərdir 56-ya. Deməli metalın nisbi atom kütləsi 56-dır. Cavabımız olacaq B variantı. 13-cü suala baxaq. Birləşmənin 0,2 molunda 0,4 mol X, 0,2 mol Y və 0,8 mol Z atom var. Birləşmənin formulunu müəyyən edin. Deməli, burada birləşmənin 0,2 molundadır bu verilən qiymətlər. Gəlin bunu 1 moluna gətirək görək birləşmənin 1 molunda nə qədər X var, nə qədər Y var, nə qədər Z var. Ondan biz artıq formunu müəyyən edəcəyik.
Yəni hər tərəfi 5-ə vursaq, yəni bunu 1 eləmək üçün biz bunu 5-ə vurarıq. Onda digərlərini də 5-ə vura bilərik. Əslində belə bir yolumuz var. Ya da bir-bir tənasib qurarsınız. Fərq yoxdur. Və yazarsınız məsəl üçün bir-bir tənasib qursanız, əgər 0.2-sində 0.4-dürsə x-in sayı, bunun birində nə qədərdir? Birində də olacaq, deməli, birində də x qoyanda bu da olacaq 2. Deməli 5-ə vurulmuşu. Bu oldu 2, yəni x-dən 2 dənə olacaq. Sonra 0.2-də əgər 0.2 y varsa, birində nə qədərdir? Birində də 1 y olacaq. Bu da y-in sayı. 0.2-də 0.8 z varsa, birində nə qədərdir? Birində də 4 z olacaq. Belə. Yəni ki, burada indi x-in sayı 2-dir. Yazırıq x2, x2, y1 yazılmır, z-də 4. x2, y, z4. x2, y, z4 cavab olacaq Y variantı. Yəni hamısını eyni vaxtda 5-ə vursaq, yəni belə də deyə bilərik də, biz oradan formulu əldə edərik. 14-də bu şəkildə eləyək. Nəyə görə 5-ə vururuq? Çünki 0.2 molu 1 mola gətirmək üçün 5-ə vurmalıyıq. Bu olsa 1 mol. Bunları da 5-ə vuranda, 0.6-nı 5-ə vuranda olacaq, deməli, 6-nı 5-ə 30. Bu eləyəcək 3 mol, 3. Bunu 5-ə vuranda 0.2-ni 1 eləyəcək. 1.2-ni 5-ə vuranda 6. Olacaq x3, y, z6. x3, y, z6 A variantı. 14-də də cavabımız olacaq A variantı. 15-ci sual. 3 valentli metal nitrat dozunun molar kütləsi. Deməli 3 valentli metalımız olsun x. 3 valentlidir. Nitrat dozunun deyəndə nitrat turşusu HNO3-dür. Qalıqda NO3 olacaq. NO3-ün valentliyi 1-dir. Çünki bir hidrogenin ayrılıb. NO3 mənfi ionudur. Çarpaz yazanda 1x-in indeksinə yazılmır. 3-ü isə mötərizəyə alıb NO3-ün indeksinə yazıraq. 3 valentli metal nitrat dozunun formulu bu şəkildə olacaq. Və bizə deyir ki, onun molyar kütləsi 242-dir. Molyar kütləsini necə hesablayırıq? X plus NO3 özü də deməli 62-dir. 62-ni vuracaq 3-ə. Kənarda 62-ni 3-ə vursaq 186. Deməli bərabərdir 242-yə. Buradan x bərabərdir. 242-dən 186-nı çıxırıq. 14 buradan qalır 56. X olacaq deməli 56. Doğru cavab olacaq B variantı. Deməli x elementinin, yəni metalın nisbatının kütləsi 56-dır. Sonra deməli 16-cı suala baxaq. 30,4 qram X2O3 birləşməsində cəmi 6,2 vurulsun 10-23 atom olduğunu bilərək X elementin nisbatının kütləsini müəyyən edin. Deməli, söhbət X2O3-dən gedir. Bizə verib ki, 30,4 qramında nə qədər atom var? 6,2 vurulsun 10^23 atom olduğunu bilərək. Biz də özünün ümumi emirini yazırıq ki, özünün emiri də 2x plus 48-dir. Bunda isə nə qədər atom var? Ümumi toplayırıq indekslərini. 2x atom var, 3 oksigen atom var. Cəmi 5 atom var. Yəni 5 Na qədər, 5 vurulsun Avogadro ədədi qədər, yəni vururuq bu ədədə. Burada elə bunlar ixtisar gedir. Burada sadəcə 1 qalır. Çarpaz vuranda 2x plus 48 bərabər olacaq 5 vurulsun 30,4. Bu da 152 eləyəcək. 152, 2x bərabərdir 104, x də bərabərdir 52-yə. Deməli, cavabımız olacaq 52 Y variantı. 17-ci sualda eyni ilə bu şəkildədir. Eyni ilə bu formada tənasib qrup tapmaq olar. Sadəcə burada atomların sayı olacaq 3 vurulsun 6,2 10-23. Çünki 1x var, 2 oksigen var. Keçək 18-ci suala. 0,1 mol XO və 0,6 mol XS birləşmələrinin kütlələrinin cəmi 60 qramdırsa, X elementinin nisbatının kütləsini hesablayın. Deməli, bunların hər biri molların emirlərinə vurub toplayanda 60-ı verməlidir. Deməli, 0,1-i XO-nun emirinə vursa, aşağıdan ya da 0,1-i XO-nun emirinə vursa, X plus 16-ya, üstünə də gəlsək 0,6-nın XS-in emirinə X plus 32-yə vurub toplasaq, bərabər olmalıdır 60-a. Yəni, bunu həll eləyək. Hər tərəfi 10-a vursaq, hər tərəfi 10-a vuranda deməli, bu olacaq 1. 1-i yazmıram. Sadəcə X plus 16 qalacaq. Digəri olacaq 6. 6 olsun X plus 32. Bərabərdə 600-ə. Belə daha rahatdır hesablamaq. Fərqi yoxdur. Adi belə mötərizəni aça bilərdik.
Sadəcə hər tərəfi eyni anda ona vurdum mən. Deməli x plus 16 plus 6x plus 180 üstünə də 192 bərabərdir 600-ə hesablayaq bir dənə bunu. 7x. Deməli 192 ilə 16-nı toplayaq, 600-dən də çıxaq. Deməli 600-dən çıxırıq. Həm 16-nı, həm də 192-ni. 392 qalacaq. Onu da böləndə 7-yə 56 eləyəcək. Deməli, x-in nisbi atom kütləsi 56-dır, C variantı. 19-cu sualda yenə eyni qaydadadır. Deməli, bunun da tənliyi yazaq, amma özünüz həll eləyərsiniz. 0.8-i vururuq 2x plus 16-ya. Plus 0.2-ni də vururuq 2x plus 32-yə. Bərabər edirik 21,2-yə. Eyni vaxtda yenə hər tərəf ona vura bilərik. Sonra da mötərizəni açıb hesablaya bilərik. Buradan x-i tapırıq. Vaxt getməsin deyə artıq yəni bunun yolunu dedim. Hesablama asandır. 20-ci sualda deyir 6,2 vurulsun 10-23 sayda atomu olan P2 X3 birləşməsinin kütləsi 31,6 qramdırsa, X elementin nisbi atom kütləsini hesablayın. Söhbət deməli P2 X3 birləşməsindən gedir. Deyir atomu 6,2 vurulsun 10⁻23 olan birləşmənin kütləsi 31,6 qramdır. Biz də bunun bütün atomlarını da qoyaq. 2 fosfor 3x ümumilikdə 5 atom, yəni 5 vurulsun Avogadro ədədi qədər atomu olanda da kütləsi fosfor 31-2 vuranda 62 plus 3x. Bu da bunun kütləsi. Belə bir tənazüm. Yəni onun verdiyi atoma onun kütləsi. Bizim də öz formuldakı verilən indeksləri toplayırıq. O atomları qoyuruq ki, buna da özünün emiri uyğundur. Buradan 62 plus 3x-i tapırıq. 6,2 vur 10⁻23-ləri gedəcək. Burada 1 qalır. Demək 62 plus 3x bərabər olacaq. 5-i vuracaq 31,6-ya. Bir dənə 5-i vuraq. 31,6 vurulsun 5. 158. Buradan 3x bərabərdir. 158-dən də çıxırıq 62-ni 96 eləyəcək. X də bərabər olacaq 32-yə. Deməli 20-ci sualda cavab olacaq Y variantı. 21-ci suala baxaq. 21-ci sualda da yenə bizə veribdir ki, söhbət x3 N2 birləşməsindən gedir. Deyir 6,2 vurulsun 10⁻23 sayda atomları olan bu birləşmənin kütləsi 29,6 qramdır. Biz də baxırıq ki, özünün də atomu indekslərini toplayırıq ki, 3 ilə 2 5 atom, 5 yana qədər. 5 vurulsun 6,2 vurulsun 10⁻23 atom olanda da emerin yazırıq. 3x plus 28, azotda 14-ü 2 vuruq 28. Belə, buradan deməli yenə 6,2, 10⁻23 bunlar gedir 1 qalır. Deməli 3x plus 28 bərabər olacaq. 5-i vururuq 29, onda 6-ya. Bu eləyəcək 148. Buradan 3x bərabərdir 148-i 28-in çıxanda 120. X də bərabərdir 40-a. Deməli burada da doğru cavab olacaq 40. Yəni B variantı. 22-ci sual. Yenə x3 N2 birləşməsində demək olar eyni sualda yenə 20 qramda deyir 20 qramda atomun sayı 6,2 vurulsun 10⁻23'dür. Birinci qram verib sonra atom verib fərqi yoxdur. Biz də özünün qramını, yəni burada tənasübdə bir dənə ona diqqət edin ki, qram qramdan alt-alta düşsün, atom atomdan alt-alta düşsün. Yəni qram verib biz də birinci qramı yazırıq ki, özünün emiri 3x plus 28-ə də atomların cəmi 5 vurulsun 6,2 vurulsun 10⁻23'dür. Buradan 6,2 vurulsun 10⁻23'lər alt-alta gedir, burada 1 qalır. Çarpaz vuranda 3x plus 28 bərabər olacaq 5'i 20'yə vuranda 100'ə. 128'in çıxanda 72, 24. 24 B variantı olacaq cavabımız. 23-cü suala baxaq. Sink X2 birləşməsinin kütləsinin onun maddə miqdarından asıl qrafikinə əsasən X elementini müəyyən edin. Deməli biz burada baxırıq ki, maddə miqdarı 0,5 mola
0,5 mola uyğun gələn kütlə 112,5 qramdır. Qrafikdən götürdük biz bunu. Özü də 1 molada özünün emirini yazırıq. Sink X2-nin. Burada sink 65-dir. X2-ni də elə plus 2x şəklində qeyd edirik. Buradan 65 plus 2x bərabər olacaq. Deməli 112,5-i böləcək 0,5-ə. 112,5-i bölürük. 1-ə vurub bölürük 0,5-ə. 225. 225. Buradan da 2x bərabər olacaq. 225-dən çıxırıq 65-in 160. X də bərabər olacaq 80-ə. Deməli, x elementin nisbi atom kütləsi 80-dir. O da olacaq brom 80 A variantı. 24-cü sual. Kalsium X2, deməli, kalsium X2 və Y2S. Deməli, mollər kütlələri bərabərdirsə, birləşmələri mollər kütlələri bərabərdir, emirləri bərabərdir. Deməli, X və Y-in nisbi atom kütlələri arasında hansı bərabərlik doğrudur? Gəlin yazaq biz emirlərin və bərabərləşdirək. Deməli, birincini yazarıq 40 plus 2x bərabərdir, digəri 2y plus 32. Bu şəkildə yazsaq, buradan deməli biz baxırıq ki, cavablarda x-i tapıbdır. Biz də x-i tapmalıyıq. Əvvəlcə 2x bərabərdir. 40-ı keçirsək sağa, olacaq 2y. 32-dən 40-ın çıxanda -8. Hər tərəfi 2 bölsək, x də bərabərdir. Y çıx 8. Daha doğrusu 2-yə böləndə 4 eləyəcək. Y çıxılsın 4. X bərabərdir, yəni ayrı x bərabərdir. Y çıxılsın 4. Doğru cavab olacaq A variantı. Eyni ilə 25-ci sualda da yenə X2O və maqnezium Y2. Deməli, mollər kütlələri bərabərdir deyir. Deməli, birincini yazırıq 2x plus 16 bərabərdir. Digərində 24 plus 2y. Buradan yenə x-i tapmalıyıq. Əvvəlcə 2x bərabərdir. 2y qalsın sağda. 16-nı keçirək sağa. Deməli, 24-dən 16-nı çıxanda qalacaq 8, müsbət 8. Hər tərəfi 2-yə böləndə x bərabərdir y plus 4. Deməli, y plus 4 cavab olacaq B variantı. 26-cı sual. 0,5 mol X2 O3 birləşməsinin kütləsi 38 qramdır. Deməli, 0,5 mol maddənin kütləsi 38 isə gəlin buradan x-in ayrını tapaq. Sonra da 0,1 mol XnO5 birləşməsinin kütləsini verib N-i soruşur. Əvvəlcə x-i tapaq ki, sonra da x-i qoyaq, N-i tapaq. Deməli, burada tənasüb də qura bilərik. Elə molun emirinə vurub 38-ə də bərabər eləyə bilərik. Yəni, bu daha yaxşıdır ki, yəni maddənin molun emirinə vurub kütləsinə bərabər eləyək də. 0,5-i vuraq 2x plus 16-nı 3-ə 48. Buna vuraq, bərabər eləyək 38-ə. Buradan hesablayıb x-i tapaq. Deməli, buradan elə mötərizəni aça da bilərik, ya mötərizəyə məhsul vuruq kimi də baxa bilərik. Mötərizəni açıram, 0,5-i 2x-ə vuranda bir dənə x, 0,5-i 48-ə vuranda 24, bərabərdə 38-ə. X də olacaq 38-in 24-ün çıxanda 14. Deməli, x-in nisbi atom kütləsidir bu. 14 elədir. Digərində isə x-in necə ayrım bilirik, eyni indeksin bilmirik, eyni tapmalıyıq. Bu dəfə də 0,1-i vururuq XnO5-in emirinə. Artıq burada x 14 olduğuna görə 14-ə n-ə vurub 14n plus 16-nı da 5-ə vuranda 80. Bu şəkildə yazacam emirin. Bərabərdir 10,8-ə. Artıq nədir? X-in yerində 14 qoyduq. Eyni məhsuldur. Deməli, buradan da elə 14n plus 80 bərabər olacaq 108-ə. Hər tərəfi 10-a vursaq olur 108. Buradan 14n bərabərdir 28-ə, n də bərabərdir 2-yə. Doğru cavab olacaq B variantı. 27-ci suala baxaq. Deməli, birləşmə xn, ym. Burada m-in n-ə nisbəti 1,5-dir. Yəni, y-in indeksini x-in indeksinə bölsək 1,5-i verməlidir. Həm də n(x) 1 molda 2n-a. O deməkdir ki, x-in sayı 1 molda 2n olsun. Yəni, x 2 olsun. X 2 olsun, y-in də indeksini x-in indeksinə böləndə 1,5 versin. Doğru cavab olacaq Y variantı. Yəni, burada A variantında da 6-nı, ya daha doğrusu
A yox. C variantında 6-nı bölsək 4-ə. Burada da 1,5 almağına nisbətin. Sadəcə burada x-in sayı 4-dür. Burada 4 elan versəydi cədvəldə, C-ni götürərdik. Axı 2-dir. Bizdə də 2-dən x olan variantı götürməli, Y variantı. Həm də 3-ü böləndə 2-yə həqiqətən 1,5-i verir. Doğru cavab Y variantı. 28-ci sual. Kristal hidratı verib, burada suyun əmsalı naməlumdur. Deyir, oksigen atomlarının sayı ümumi atomların sayının 50%-ni təşkil edərsə, eni müəyyən edin. Deməli, bir dənə formulu burada qeyd edək. Kalsium SO4 vurulsun N H2O. Burada yazıram ümumi, bir də yazıram oksigen. Ümumi atom kalsium SO4-dən 4, 5, 6, 6 plus suda da 3 atom var. N-ə vuranda 3N. Bu ümumi atomdur. İndi bir də oksigen atomlarının sayı 4-dür. Birinci birləşmədədir. N qədər də suda var. N plus 4 belə yazaq. İndi oksigen atom sayı ümumi atom sayının 50%-ni təşkil edir. Yəni 50%-ə elə tənasib quram. N plus 4-sə 100%-ə də 6 plus 3N-dir. Bütövdə 100% olur da. Buradan hesablasaq, bir dənə 50-yə ixtisar aparaq. 1, 2 çarpaz vursaq 6 plus 3N bərabərdə 2-ni N plus 4-ə vursaq 2N plus 8. Buradan da N bərabər olacaq 2-yə. Deməli, N-in qiyməti olacaq 2. D variantı. 29 da həmçinin eyni tipli bir sualdır. Burada da H2SO4 vurulsun NH2O. Yenə yazıram ümumi, bir də yazıram oksigen. Ümumi atomun sayı burada 4, 6, 7 plus 3N'dir. Oksigen atomu sayısı N burada, 4 burada. N plus 4'dür. Yenə oksigen sayı əgər ümuminin sayının 50%-ni təşkil edirsə, demək 50%-ə N plus 4'dür. Ümumi 100%-ə də ümuminin qiyməti 7 plus 3N'dir. Buradan yenə ixtisar aparaq 50-yə. 1, 2 qalsın. Çarpaz vuranda deməli 7 plus 3N bərabər olacaq. 2-ni N plus 4'ə vuranda 2N plus 8. Buradan da N bərabər olacaq. 8-dən də 7-ni çıxanda 1. Burada da N'in qiyməti olacaq 1. B variantı. Otuzuncu sual. 1 mol X atomu A qram və 1 mol Y atomu B qramdırsa, X, Y2 birləşməsinin 1 molekulu neçə qramdır? Əvvəlcə gəlin, deməli burada molyar kütləsini hesablayaq. X, Y2 molyar kütləsini hesablayanda, əgər bir dənə X atomu A qramsa, mən X-in yerinə A qoyuram. İndeksdən varsa vururuq, yoxdur X indeksinə rəqəm. Y-i də B qeyd ediblərsə, Y-in indeksində 2 var. 2-yə vuranda plus 2B eləyəcək. Bu oldu molyar kütləsi. Amma bizə deyir ki, 1 molekul neçə qramdır? İstənilən bir maddənin 1 molekulunun kütləsini tapanda böləcəyik onu NA-ya. Onun molyar kütləsini NA-ya bölür. Çünki belə bir tənasib quraq. NA qədər molekulu A plus 2B qədər qram uyğundur. Bəs bunu 1 molekul deyəndə 1-ə nə qədərdir? Buna da bir X qoysaq. X bərabərdir A plus 2B-ni bölürük NA-ya. Həqiqətən burada A variantını əldə edərik. Yəni, söhbət hansı maddədən gedir geçsin, onun 1 molekulun kütləsi deyəndə, məsəl üçün, söhbət H2O-dan gedir. M1-də 18-dir. Deyəndə suyun 1 molekulun kütləsinə qədərdir, 18 bölünsün NA, belə deyəcəyik. Çünki tənasübdən o şəkildə çıxır. Eyni ilə 31-ci sualda, deməli, X3, Y2, əvvəlcə bunun molyar kütləsini hesablasaq, X-i B ilə verib, Y-i A-na verib bu dəfə. X-i B ilə verəndə 3-ə vuranda olacaq 3B plus Y-də A-dırsa 2-ə vuranda olacaq 2A. İndi ümumi M1 bu qədərdir. 1 molekulun kütləsi deyəndə olacaq 3B plus 2A bölünsün NA. Bayaq qeyd edildiyim kimi 1 molekulun kütləsi deyəndə NA-nın qiymətinə bölürük. Deməli, doğru cavab olacaq C variantı. 32-ci sual. 6 qram karbon və 1 qram hidrogendən əmələ gələn karbohidrogen üçün nələri hesablamaq olar? Deməli, onun əgər qramları veribsə, onun sadə formulunu hesablaya bilərik. Sonra sadə formulunu hesablasaq, amma tam formulunu hesablaya bilmərik də. Onun sadə formulu ilə biz, məsəl üçün, X molekul kütləsini deyə bilmərik. Ola bilər ki, üst-üstə düşər, elə onun tam formulu da olar. Ola bilər ki, tam formulu həmin formul olmaz.
Amma sadə formunu hesablamaq olur. Bir də karbonun kütlə payını. Karbonun kütlə payıdır, hidrogen kütlə payıdır. Onu sadə formu üzərindən də hesablaya bilirik. Doğru cavab deməli 1-dən 3 A variantı. Yəni biz burada hesabladığımız formul sadə formul olur. Yəni üzü maddələrdə ola bilər ki, tutalım hesablayıb məsəl üçün CH2 almışıq. Amma bəlkə də bu birləşmə C2H4-dür. Bəlkə də 3-ə vurulmuş C3H6-dır. Bilmirik, amma biz onu sadə formulu CH2 almışıq. Bəlkə də maddə C3H6-dır. Mən onu CH2 üzərində necə nismayi kütləsini hesablayım? Məsəl üçün deyirəm. Amma karbon kütlə payını bu 3 maddənin üçündə də hesablasaq eynidir. Hidrogen kütlə payının üçündə də hesablasaq eynidir. Yəni biz onun qramına əsasən aldığımız formul onun sadə formulu olur. 33-cü sual. A molunun kütləsi m qram olan qazın 2,24 litrin kütləsi m qramdır. Deməli, əvvəlcə buradan başlayaq ki, 2,24 litri n qramdırsa, bunun 22,4 litrinə qədərdir. Bu da olacaq 10 n qram. Yəni bu 1 mola uyğun gələn qramdır da. İndi A molu m qramdır. Biz də dedik 1 molu da 10 n'dir. Burada m ilə n arasında bir münasibət qurmalıyıq. Çarpaz vuranda m bərabərdə 10 ya 10 n-a, nə bilim, 10 n yaza bilərik məsəl üçün. Burada da doğru cavab elə 10 n, B variantı olacaq. Yəni, nədik biz? Əvvəlcə 2,24 litri n qramdır, 22,4 litrdə 10 n qramdır tapdıq. Yəni, tapdığımız bu 10 n 1 mola uyğun gələn qramdır. Bizə A molu m qramdır. Biz dedik, bunun 1 molu da 10 n qramdır. Və m ilə n arasında bir münasibət qurduq burada. Eynilə 34-cü sualda yazsaq, deməli burada da A molu m olan qazın əvvəlcə 4,48 litri n qramdırsa, bəs bunun 22,4 litri neçə qramdır? Bu da olacaq, ona vurub ki, burada bir x qoysaq bir dənə, deməli 5-ə vurulmuşu. X bərabər olacaq 5 n-ə. Deməli 5 n-ə, onda bu tapdığımız 1 mola uyğun gələn qram olduğuna görə, indi bizə deyir ki, A molu m qramdır. Biz də deyirik ki, bunun 1 molu da 5 n qramdır. Buradan da çarpaz vuranda m bərabərdir 5 a n olacaq. 5 a n. Doğru cavab olacaq D variantı. 35-ci sual. Doğru münasibəti müəyyən edin. Deməli, bizə veribdir, ifadələr veribdir. Atomların sayı, yəni 1-ci, 3, bunları müqayisə eləməliyik. 1 mol hidrogen atomunda nə qədər atom var? Elə özü bizə deyir ki, 1 mol hidrogen atomu. Bir dənə H-dan söhbət gedir. Bir dənə Na qədər atom var burada. 1 yəni. 6,2 bronz oksigen molekulu. Oksigen molekulu O2-dən söhbət gedir. Burada H idi elə. Burada O2. Elə 1 mol O2. 1 mol O2-də 2 Na qədər atom var. 2 qram hidrogen qazı artıq H2 deməkdir. 2 dənə H var orada. Burada da 2 Na qədər atom var. Bunları müqayisə eləyəndə birincini də 2-yə vursaq 2 ilə 3-ə bərabər olar. Yəni 2n1 bərabərdir, n2 bərabərdir, n3 belə bir ifadə əldə eləyərik. A variantı. 36-da da yenə eyni formada bir sualdır. 1 mol oksigen atomu deyir. Özü oksigen atomu deyirsə, deməli sadəcə O-dur. Yəni bir dənə Na-dır bu. 6,2 bronz hidrogen molekulu. Molekul şəklindədirsə artıq. Bu 1 mol hidrogen molekulu deməkdir. H2 deməkdir. Burada 2 Na qədər atom var. 16 qram oksigen qazı bir dənə oksigen deməkdir. Bir dənə O deməkdir. Burada yenə bir dənə Na qədər atom var. Bunları da yenə bərabərləşdirəndə 1 ilə 3-ü 2-yə vursaq, ortadakı 2-yə bərabər olar. 1 ilə 3-ü. Yəni qıraqdakıları 2-yə vuracaq. Ortadakı N2 ilə işimiz yoxdur. Doğru cavab olacaq yenə A variantı. – 37-ci suala baxaq. Deyir, X və Y-nin nisbi atom kütləsini müəyyən edin. Deməli, biz burada görürük ki, birləşmənin kütləsi 8 qramdır, deyir. Orada Y mol sayı 0,6-dır, X-in kütləsi də 2,24 qramdır. X və Y-nin nisbi atom kütləsini müəyyən edin. Birinci burada Y-dən başlayacaq, Y-in mol sayından. Çünki normalda birləşmədə baxırıq ki, Y-in mol sayı 3Y-dir. Yəni, açanda möhtərizənin bizim 3 dənə Y-imiz var. 3 mol Y-imiz var. Amma burada Y-in mol miqdarı 0,6-dır. Belə bir tənasüb quraq ki, əgər deməli, əvvəlcə öz molu 3 molda dedik, 3 mol olanda, yəni belə bir tənasüb quraq əvvəlcə ki, maddənin ümumi mol miqdarını tapmağa çalışaq.
Deyək ki, maddə özü 1 mol olanda, belə deyək, 1 mol olanda özünün içində 3 mol Y olur. 3 mol Y atom olur. Maddənin molu neçə mol olsun ki, gərək onun içində 0,6 mol Y olsun. Buradan X bərabər olacaq 0,2 mola. Deməli, maddənin ümumi molu budur. Deməli, 0,2 mol X2, Y4, 3 maddəsi var. Onda bu verilən 8 qramdır, bu verilən 2,24 qram. Bunlar hamısı elə buna uyğundur. Bu 0,2 mola uyğun gələn qiymətlərdir. Onda bir tənasüb quram ki, əgər 0,2 mola uyğun gələn kütlə 8 qramdırsa, bunun 1 moluna uyğun gələn kütlədə molyar kütləsi olacaq, böyüyüm. Görə molyar kütləsi neçə qram eləyəcək? Bu da eləyəcək 400. Deməli, maddənin emeri 400-dür. Gəlin, içindəki X-ə baxaq. Deyək ki, 0,2 mol. 2 molunda X-in qiyməti 2,24-dürsə, bunun 1 molunda nə qədərdir? 1 molunda da birləşmədə onsuz da 2-dən X olduğunu görürük. Deyə buna da 2X yazıram ki, birbaşa buradan çıxan X bunun ayrı olsun. Deməli, buradan da əvvəlcə 2X-i taparıq. 112, X də bərabərdə 56-ya. Yəni, X-in ayrı oldu 56. Bunu müəyyən elədik. Və Y-in nisbatın kütləsini müəyyən eləməliyik. İndi artıq X-in ayrını bilirik, birləşmənin ümumi emerini bilirik. Gəlin qoyaq yerinə, oradan Y çıxacaq. Deməli, yazırıq ki, 2X, yəni X-i 56-nı 2 vuranda 112 plus 3Y plus oksigen də deməli, neçə oksigen var? 4-də 3-ün 12 oksigen var. 12-ni də vuracaq ayrına 16-ya. Yəni 12-ni vuraq 16-ya 192. Deməli, bu cəm bərabərdir 400-ə. Buradan 3Y bərabər olacaq 400-dən. 400-dən çıxaq 112-nə 192-nin cəmin. 400 çıxılsın, 112 çıxılsın, 192. Bu da eləyəcək 96. Y də bərabər olacaq 32-yə. Deməli, Y-in buradan nisbi atom kütləsi olacaq 32. 56, 32 cavab olacaq Y variantı. Belə, yəni hər birin Y mol miqdarı ilə əlaqələndirib tapdıq. Tənasübdə. Eyni şəkildə 38-ci sualı yazaq. 38-ci sualda da X2, Y-O3, 3 birləşməsində. Deməli, yenə baxırıq ki, Y-in mol sayı burada 3-dür. Amma bizə Y-in mol sayını veribdir 0,15. Deməli, deyirik ki, normalda 1 mol olanda bu maddə. Bunun içində 3 Y atomu olur. Bəs bunun neçə molunda Y atomu 0,15 mol olar? Buradan X bərabər olacaq 0,15-i 3-ə böləndə 0,5 mol. Aha, bu qədər. Deməli, maddənin ümumi mol miqdarı 0,5-dir. Yəni, X2, Y-O3, 3-ün ümumi mol miqdarı 0,5 moldur. İndi gəlin bunun molyar kütləsini tapaq. Deyək ki, 0,5 molu əgər 14,7 qramcı maddənin 1 molu nə qədərdir? Bu da M yazıram, böyüyüm molyar kütlə. Buradan M nəyə bərabər olacaq? 14,7 0,5-ə bölək. Bölək, deməli 0,5-ə eləyəcək 294. Maddə molyar kütləsi 294-dür. İndi burada X və Y atom kütlələrini, nisbi atom kütlələrini tapmaq üçün əvvəlcə birinci X-dən başlayaq. Belə bir tənasüb quraq ki, maddənin deməli 0,5 molunda X-in qiyməti 2,7 qramdır. 1 molunda da X-in kütləsi burada 2X var birləşmədə. Ona görə 2X yazırıq. Buradan çıxan X ayrı olacaq da. 2X bərabərdir. Deməli 2,7-ni bölürük 0,5-ə. Eləyəcək 54. X də bərabərdir 27. Deməli X-in ayrını 27 tapdıq. İndi X-in ayrını bilirik, birləşmənin bütöv emerini bilirik. Gəlin buradan Y-in ayrını tapaq. Yəni birləşmənin deməli emerini hesablayanda X 27-dir. Vuracaq 2 olacaq 54 plus 3Y mötərizəni açanda plus 3 dəfə üçün 9 oksigen atom var. Vuranda 9-u 16-ya, bu da eləyəcək 144. Ümumi emir bərabərdir. Deməli, nəyə? 294-də 294 tapmışıq molyar kütləni. Buradan 3Y bərabərdir. Deməli, 144 ilə 54-ü toplayırıq və bunu çıxırıq 294-dən. Eləyəcək 96, Y də bərabərdir 32-yə. Y-in də nisbi atom kütləsini 32 tapırıq. Cavab olacaq D variantı.
Gəlir 39-cu suala. Burada deyil, verilmiş miqdarda qazla təchiz edilmiş qablarda atom sayını müqayisə edin. Deməli, bizə hər birinin eyni qram veribdir. M kütlə, M kütlə. Yəni, 4 qabın 4-ündə də kütlələri M qramdır. Və biz burada deməli, atomların sayılarını müqayisə etməliyik. Yəni, bu maddələr bərabər kütlədə götürüləndə bunların atomları neçə olar, yəni hansı çox olar, hansı az olar, onu müqayisə etməliyik. Əvvəlcə özlərinin emirlərini bir dənə qeyd eləyək. Oksigen 32-dir. O3, ozon 48, N2 28, NO2 də 14, 32, 46. Belə. İndi bunların hamısını bərabər kütlədə götürəndə ən yaxşısı elə burada, yəni tam konkret cavabı rahat şəkildə əldə etmək üçün elə bərabər kütlə hamısı məsəl üçün için böyüyü qədər 48 qram götürsək. Düşünün ki, M burada 48-dir. M bərabərdir 48. Hər birini 48 qram götürəndə görə birinci qabda 48 qram O2 neçə mol oksigen deməkdir? Birincidə 48-i bölürük 32-yə. 48 32-yə bölündə 1,5 mol O2 deməkdir. 1,5 mol O2-də neçə oksigen atom var? 1,5-i 2-yə vuranda molun indeksinə. Olacaq 3 atom. Belə hamısını yadda saxlayaq. Sonra 48-48-ə böləndə burada 1 mol olacaq. 1 mol O3. 1 mol O3-də neçə atom var? Elə 3 atom var. Bu da belə. Bunlar bu arada bir-birinə bərabər olacaq. Sonra 48 bölü 28-i tam bölünməsə də təqribi qiymətlərini məsəl üçün 1,7 eləyəcək. 48-i bölü 28-ə təqribi 1,7. 1,7 N2-də neçə atom var? 1,7-ni vuruq N indeksində 2-yə. 3,4 atom. Bunda da eləyər 3,4 atom. Hamısını dairəyə alıram. Digərində 48 46-ya böləndə 46-ya 1,4 belə deyək. 1,4. Onu da vuraq. NO2-də 3 atom var. 3-ə vuranda deməli bir dənə vuraq. 1,4-ü vuraq 3-ə. 3,12. 3,12 atom da bunda var. İndi bunları müqayisə eləsək, burada görürük ki, ən çox 3,4. Yəni 3-cü ən böyük olacaq. 3 ən böyükdür. 3-dən sonra gələcək 4-cü, sonra 3,12 gəlir də. Ondan sonra 1 ilə 2 də bir-birinə bərabərdir. 1 ilə 2 bir-birinə bərabərdir, 1 bərabərdir 2 və bunlardan kiçikdirlər. 1 2-yə bərabərdir, ondan sonra 4 ondan böyükdür, 3 ondan böyükdür. Doğru cavab olacaq B variantı. Yəni bərabər kütlədə götürəndə bunların mollarını müəyyən elədik. Molların indekslərinə vurub atomlarını tapdıq. Çünki atomları müqayisə eləməliydik biz burada. Sonra 40-cı suala baxaq. Hansı iki qazı mol nisbətindən asılı olmayaraq eyni şəraitdə qarışdırmaqla sıxlığı havanın sıxlığına bərabər qaz qarışığı hazırlamaq olmaz. Hazırlamaq olmaz deyir. Deməli biz bilirik ki, havanın orta molyar kütləsi 29-dur. Yəni o vaxt hazırlamaq olar ki, götürülən qazların molyar kütlələri biri 29-dan kiçik, biri 29-dan böyük olsun. Onda aralıq qiymət, yəni 29-u ala bilərik oradan. Əgər hər ikisi 29-dan kiçikdirsə və ya hər ikisi 29-dan böyükdürsə, onda almaq olmaz. Onda biz bir variantlara baxaq. Məsəl üçün A variantında X-dən Y. X-dən Y-in biri 28, biri 16-da, hər ikisi 29-dan kiçikdir. Heç buradan almaq olmaz. Elə almaq olmaz A variantı. Onda digər variantlara baxaq, bunlardan almaq olacaq yəqin ki. B variantında Y və T, deməli Y 16-dır, T 46. Bəli, 16 ilə 46-nın arasında, yəni 29 yerləşir. Almaq olar. C-də X-lə Z, yəni 28 ilə 32, bəli 29 yerləşir orada. D-də X-lə T, 28 ilə 46, yenə 29 arada yerləşir. Y variantında Y və Z, yəni 16 ilə 32, yenə 29 burada yerləşir. Yəni 29 əgər bunların arasına düşürsə, bu iki ədədin 29-u yəni ala bilirik. Orta molyar kütlə həmişə götürülən qazların molyar kütlələrin aralıq qiymətini alır. Amma A variantında hər ikisi 29-dan deməli X və Y-in hər ikisi 29-dan deməli kiçik qiymətlər oldu. Ona görə biz burada 29 ala bilmərik. Qırx birinci suala baxaq. Burada deyir ki, yoğunluğu müəyyən edin. Bizə ağ fosfor, yəni P4 molekulunun açıq formasını veribdir. Deməli, burada deyir ki, bir molekulunun kütləsi nə qədərdir? Deməli, bir molekulunun kütləsi, gəlin bir dənə P4. 4 dənə fosfor var da. Bir fosfor 31 qramsa, 4-ü vuruq 31-ə, bu eləyəcək 124 qram. Sadəcə, burada 1 molunun kütləsi var, 1 molekulunun kütləsi var. Burada bunları qarışdırmayın.
1 molunun kütləsi 124 qramdır. 1 molunun kütləsi bax. İkinciyə A variantı uyğundur. Bax 2-nin qarşısına yazıram A variantı. Bəs yaxşı, 1 molekulun kütləsi deyəndə, bayaq da sualın birində vardı. 1 molekulun kütləsi deyəndə NA-ya bölürük. 1 molekulun kütləsi deyəndə bölürük NA-ya. Deməli, burada bizə 1 molekulun kütləsi dediyinə görə birincidə olacaq 124 bölünsün NA. Yəni B variantı olacaq. İkincisi 1 molunun kütləsi dediyinə görə olacaq 124. Yəni A variantı. Sonradakı bizdən deyir ki, 1 molekulunda atomların sayı. Atomların sayı da nə qədərdir? Baxırıq ki, atomların sayı da 1 molekulundakı atomların sayıdır. Bu arada burada diqqətli oluruq. 1 molundakı atomun sayı desəydi, 4 atom var, NA ilə ifadə edib 4 NA götürərdik. Bəs yaxşı, indi nə götürürük? 1 molekulunda deyir. 1 molunda deyir. 1 molekulunda atomun sayı. 4 NA-nı da NA-ya böləcək, sadəcə 4 qalacaq. Sadəcə qalacaq burada, yerimiz burada olmadı, bərabər 4-ə. Belə, sadəcə 4 qalacaq. Nəyə görə? Bax, məsəl üçün yazıram ki, P4-də 1 molekulunda atomun sayıdır. NA qədər molekulda atomun sayı 4 NA-dır. 1 molekul konkret 1 yazırıq. 1-ə də X yazırıq. X bərabər olacaq. Buradan NA-lar gedir, sadəcə 4 qalır. Deməli, 1 molekul deyəndə, 1 molekulun kütləsi deyəndə də NA-ya bölürük. 1 molekulda atom sayı deyəndə də NA-ya bölürük. Axı, atomun sayının özündə NA var idi, ona görə NA-ya böləndə NA gedir, sadəcə 4 qalır. Deməli, üçüncüyə uyğun gələcək D variantı. 1B, 2A, 3D. Cavab olacaq D variantı. Belə, yəni 1 molunun kütləsi deməli NA-sız oldu. 1 molekulun kütləsi NA-ya bölünmüş şəkildə oldu. Sonra 1 molunda atomun sayı desəydi NA ilə olacaqdı. 1 molekulunda atomun sayı NA-sız oldu. Burada oca NA-sı olur. Kütlə deyəndə əksinə NA-ya bölünmüş olur. Burada da NA-ya bölünmüş olur deyə NA qalmırdı. Yəni bu arada. Belə. Sonra keçək 42-ci suala. Deməli 42-ci sualda maddə magnezium 3N2 və XNO2 iki cür maddə verib bizə. Bir dənə yazaq. Magnezium nitritdir bu. Bir də XNO3 kütləsi MM, atom sayı AA. Normalda bunların atomların sayı hal-hazırda AA, yəni bərabər deyil. Burada 5 atom var, indekslərini toplayırıq. Digərində isə 4, mötərizənin içərisində 4, 2 vuran 8, birində vurur 9. Birinin üstünə gəldik 8, 9. Deməli 5, 9 atomlar belədir. İndi atomları bərabərləşdirmək istəsək, birincidən 9-un, ikincidən 5-in götürsək, hər ikisində 45-45 atom var. Həqiqətən atomların sayı bərabər olar. Onda elə bu şəkildə də davam edəcək. Deməli, atomların sayını bərabərləşdirmək üçün birincidən 9 mol, ikincidən 5 mol götürürük və götürdüyümüz mol miqdarlarını uyğun olaraq emirlərinə vurub bərabər eləyəcək bir-birinə. Nəyə görə? Çünki kütləsi MM yazır. Deməli, bunlar atomları bərabər olanda kütlələri bərabər olur. Yəni 9-u vuracaq maqnezium nitridin emirinə 100-ə, olacaq elə 900 bərabərdir. 5-i də vuracaq XNO2-nin emirinə. Deməli, 12 də olacaq elə mötərizədə X plus NO3 özü 62-dir. 2 vuranda 124. Belə, bunu hesablayırıq. Buradan əvvəlcə X plus 124 cəmini tapsaq, məhsul vuruş kimi baxıram. 900 bölürəm 5-ə. 180. X də bərabərdir. 180-dən 124-ün çıxanda yerdə nə qalacaq? 60, 56. 56. Deməli, X-in kütləsi olacaq 56. E variantı. 43-cü sual. Deməli, maddənin formulu X2O3-dür. Kütləsi M-dir. X atomun sayı da A-dır. Biz də öz kütləsini yazırıq ki, özün kütləsi də 2x plus 16 48-dir. Burada X atomun sayı da 2Na-dır. Yəni onlar verib kütlə və X atomun sayı. Eyni qaydada biz də özün kütləsini, yəni emirin qoyuruq kütlənin altına. X atomun sayına da elə həqiqətən biz də formuldakı X atomun sayını qoyuruq eyni şəkildə. Buradan 2x plus 48 bərabər olacaq 2m-na bölünsün a-ya. Və buradan da 2x-i tapsaq 2m-na bölünsün a minus 48 və hər tərəf 2-yə bölsək x bərabərdir m-na bölünsün a minus 24. Deməli, burada cavab olacaq m-na bölünsün a minus 24. Yəni, na-m bölünsün a minus 24. B variantı olacaq, doğru cavab. Belə, tənasüb qururuq, tənasübdən tapırıq, yəni.
Eyni qaydada 44-cü suala baxaq. Deməli 44-cü sualda da söhbət x2 h4 birləşməsindən gedir. Yenə həmin tənasübdə m-də kütləsi m olanda x atomu sayı a-dırsa, bizə deyir bunun kütləsi 2x plus hidrogenda 4 qram eləyəcək. Burada x atomu sayı da 2na-dır. Buradan yenə 2x plus 4-ü tapsaq, 2m na bölünsün a. Buradan 2x bərabərdir 2m na bölünsün a minus 4. Hər tərəf 2-yə böləndə x də bərabərdir m na bölünsün a minus 2. Na m bölünsün a minus 2. Doğru cavab olacaq C variantı. 45-ci sual. 0,1 molunda 0,2 mol azot atomu və 0,3 mol oksigen atomu olan birləşmənin 1 molekulun kütləsini hesablayın. Deməli, əgər 0,1 molunda 0,2 azot varsa, bunun 1 molunda nə qədərdir? 1 molunda da 2 azot eləyəcək. Bu belə. Yenə 0,1 molunda 0,3 mol oksigen varsa, bəs bunun 1 molunda nə qədər olacaq? 1 molunda da olacaq. Deməli, 3 oksigen. Deməli, formul necə imiş? N2O3. Gəlin bunun molyar kütləsini tapaq. Formulu müəyyən elədik ki, 1 molunda 2 azot var, 3 oksigen var. Molyar kütlə belə olacaq. N2O3 deməli bərabərdir 28 plus 48. 76. İndi bizdən istədiyi nədir? 1 molekulunun kütləsini deyir. Molyar kütləsini demir. 1 molekulunun kütləsi. Bayaq da qeyd elədiyim kimi 1 molekulun kütləsini tapanda Na-ya bölürük. Yəni Na qədər molekula uyğun gələn kütləni tapmışıq biz. Normalda Na qədər molekula uyğun gəlir maddələrin emiri. Bəs bunun 1 molekuluna gələn kütlə nə qədərdir? X də bərabərdir 76 bölünsün Na. Doğru cavabımız olacaq A variantı. Eyni qaydada 46-cı sualı da bir dənə yazaq. Deməli, burada da yenə 0,25 moluna uyğun gələn 0,5 azotsa, 1 moluna nə qədər olacaq azotun sayı? 4-ə vurulmuş. Olacaq 2 azot. Sonra 0,25 molunda olan oksigen 1-dirsə, 1 oksigen isə bəs 1 molunda maddənin nə qədər oksigen olar? 4-ə vuranda 4 oksigen. Deməli, oldu N2O4. N2O4. N2O4-ün gəlin molyar kütləsini tapaq. 28, 64. 92. Deməli, molyar kütlə olacaq 92. İndi 1 molekulun kütləsi deyirsə, nə edəcək biz burada? N2O4-də 2 ixtisar aparmırıq indeksləri. Fakt, yəni 1 molunda tapdığımız azot 2-dir, oksigen 4-dür. Formula N2O4-dür. Dəyişənmərik. NO2-nin dimerləşmiş haldır. Deməli, biz burada 1 molekulun kütləsi deyəndə böləcək Na-ya. Çünki Na qədər molekula uyğun gələn kütlə 92 qramdırsa, 1 molekula uyğun gələn kütlə isə 92 bölünsün Na olacaq. Cavabımız olacaq A variantı. 47-ci suala baxaq. Atomlarının ümumi sayı 1,204/24 olan XN Y2 birləşməsinin kütləsi 13 qramdır. Bu birləşmənin molyar kütləsini hesablayın. Deməli, söhbət XN Y2 birləşməsindən gedir. Deyir, atomların ümumi sayı 1,204 vurulsun 10^24 olan birləşmənin kütləsi 13 qramdır. Gəlin biz də özünün atomlarını qeyd eləyək ki, özünün atomların sayı M plus 2 vurulsun, Avogadro ədədi 6,2 vurulsun 10^23 olanda atomun sayı isə bu birləşmənin molyar kütləsini istəyir, bütöv istəyir molyar kütləsini. Sadəcə yəni X-in ya Y-in ayrını istəmir. Elə molyar kütləni böyük bir M yazırıq və bu M-i tapırıq biz burada. M-i də tapanda, deməli gəlin burada bir dənə ixtisar aparaq. Deməli elə birbaşa bu ədədlə, bu ədəd ixtisar getsə, o çünki 12,4 vurulsun 23 deməkdir elə. Gedəndə burada 2 qalır. Onda M bərabər olacaq nəyə? M plus 2-ni 13'ə vurub 2-yə böləcək. 13'ü vururuq N plus 2-yə, bölürük 2-yə. Yəni 13N plus 13 2-yə 26 bölünsün 2.
13n plus 26 bölünsün 2. Doğru cavab olacaq Y variantı. 48-ci sualda yenə əslində eyni tipli bir sualdır. X, xlor, N. Deməli, atomlarının sayı 6,2 vurulsun 10 üstü 23 olanla birləşmə 33 qramdırsa, biz də yazırıq ki, özünün atomlarının sayı bir dənə X atom var, N qədər xlor atom var. N plus 1 atomu var və vurulsun 6,2 vurulsun 10 üstü 23. Bu qədər atom olanda da molyar kütlə. Və bizdən molyar kütləni soruşur. Yenə burada 6,2 vurulsun 10 üstü 23'lər gedir. Sadəcə burada 1 qalır. Onda N bərabər olacaq 33 vurulsun N plus 1. Deməli, bu da olacaq 33N 33N plus 33. 33 plus 33N deyə bilər. Yəni B variantı. 49-cu suala keçək. Deməli, maddə X, Y və X, Y3'dür. Molyar kütləsi birinciyə verib A, digərinə verib B. Deyir, Y-in nisbi atom kütləsini hesablayın. Deməli, burada molyar kütlələrinin uyğun olaraq A, B verib. Belə bir tənlik halına gətirək ki, X plus Y bərabərdir A-ya, X plus 3Y də bərabərdir B-yə. Belə yazsaq, burada bir sistem tənliyi əldə edərik. Altdakı tənlikdən üstdəki tənliyi çıxsaq x-lər gedər. 3y-dən y-ni çıxanda 2y bərabərdir b minus a-ya. Buradan da y-i tapanda b minus a bölünsün 2 olacaq. B minus a bölünsün 2. Doğru cavab olacaq Y variantı. 49-cu sualda. Yəni, neynədik? Burada sistem tənliyə gətirdik. Elə hərəsinin öz molyar kütləsinə uyğun olaraq tənlik şəklində qurduq və bərabər elədik A-ya, B-yə. Buradan da altdakı tənlikdən üsttəki tənliyi çıxdıq, y-i tapdıq. X-lər getdi, y-i tapdıq. Yenə 50-ci sualda eyni tipli bir sualdır. Burada da deməli x2y buna A verib, x2y3 buna B verib. Deməli birincini 2x plus y bərabərdir A yazarıq, digərini 2x plus 3y bərabərdir B yazarıq. Və yenə y-i soruşur bizdən. Yenə belə bir sistem tənliyi əldə edirik. Buradan altdan üstü çıxsaq, 2x-lər gedəcək. 3y-dən y-ni çıxanda 2y bərabərdir b minus a-ya. Y də bərabərdir b minus a bölünsün 2-yə. B minus a bölünsün 2. Doğru cavab olacaq B variantı. 51-ci suala baxaq. Deməli, maddələr x-y2 və x-y3. Maddələrdə y-in kütlə payını veribdir. Birincidə 50% verib, digərində n yazıb. Yəni, n-i də soruşur bizdən. Deyir, n-i hesablayın. Deməli, x-y2 birləşməsində əgər y-in kütlə payı 50%-dirsə, üzərinə bir dənə qırmızı ilə qeyd eləyək, 50%-dirsə, burada deməli, x-in də kütlə payı 50% olacaq. Niyə? Çünki cəmi 100%-dir. Bu da onu göstərir ki, burada x-lə y-in kütlələri bir-birinə bərabərdir. X-i x yazarıq kütlə olaraq. Bunu da 2y. Deməli, x ilə 2y bərabərdir. Belə bir münasibət əldə eləmiş olduq ki, x bərabərdir 2y. Onda digər x, y3 birləşməsində x-in yerində 2y qoyacaq. Burada y-in kütlə payını istəyir. Omega y bərabər sürətli y-in kütləsi, yəni 3y. Məxrəci ümumi emiri x üstə gəlir 3y yazaraq, vurulsun 100-ə və x-in yerinə nə qeyd edəcək? Biz burada 2y yazaq. Aşağıda x-in yerinə 2y yazaq. Sürətli 3y, aşağıda da 2y ilə 3y, 5y, vurulsun 100-ə, y-lər xısar gedəcək. 300-də 5-ə böləndə 60% əldə edərik burada. Deməli, buradakı n-in qiyməti olacaq 60. D variantı. Yəni, burada biz x-y2 birləşməsinə, əgər y-in kütlə payı 50%-sə dedik, x-in də kütlə payı 50%-dir. Və bunların da faizləri bərabərsə, deməli, bunların kütlələri bir-birinə bərabərdir. Birləşmədə tutduqları kütlə birinə x-dir, bir də 2y şəklindədir. Bunlar bir-birinə bərabərdir. Onu x-in yerinə 2y də qoya bilərik. Yəni, deməli, digər birləşmədə qoyduqda və burada y-in kütlə payını tapdıq. 52-ci suala baxaq. Havada hansı qazların miqdarının artması havanın orta molyar kütləsinin artmasına səbəb olar? Deməli, havada hansı qazların miqdarının artması havanın orta molyar kütləsinin artmasına səbəb olar? Deməli, biz burada əlbəttə ki, elə bir qazlar götürməliyik ki,
Kütləsi havanın kütləsindən böyük olan qazlar. Yəni o havanın orta molyar kütləsindən böyük olan kütləyə malik olan qazlara götürməliyik ki, onların miqdarının artması orta molyar kütlənin artmasına səbəb olsun. Əgər ondan aşağı olan kütləli qazları götürsək, azalmasına səbəb olar. Deməli, baxaq bir-bir. Oksigen söhbət O2-dən gedir, yəni 32-dir. Azot 28-dir, helium 4-dür, karbon qazı CO2, yəni 44, arqon da 40. Burada 29-dan yuxarı olanları götürəcəyik. 1, 4 və 5. Doğru cavab olacaq 1, 4, 5. Amma 2 ilə 3 isə əksinə burada orta molyar kütləsinin, havanın orta molyar kütləsinin azalmasına səbəb olan qazlardır. Onların artması, yəni. Onlar çoxalsa orta molyar kütlə azalar. 53-cü suala baxaq. Deyir, hansı maddələrin bir molunda eyni sayda atom var? Gəlin formullarını yazaq. Hidrogen H2, helium ilə helium, su H2O, ozonda O3. Atomları 2 atom buradadır, 1 atom bundadır, 3 bundadır, 3 bundadır. Deməli, eyni sayda atom olan 3 ilə 4. Su və ozon olacaq cavabımız. 54-cü sual. İkinci qaba 0,5 mol X maddəsi əlavə etdikdə tərəzi tarazlaşırsa, X hansı maddələr ola bilər? Deməli, birinci qabda 1 mol oksigen var. 1 mol oksigendə 1'ə O2 vuranda 32 qram. 32 qram birinci qabda maddə var. İkinci qramda da hal-hazırda, görək neçə qram maddə var. Kənarda yazıram. İkinci qabda olan kütlə, deməli 0,5'i vuraq H2-sin emerinə. H2-sin emeri də 34'dür. 17 qram maddə var. Burada da hal-hazırda 17 qram maddə var. İndi deyir, ikinci qaba 0,5 mol X maddəsi əlavə etdikdə tərəzi tarazlaşırsa, X hansı maddələr ola bilər? Yəni, bu 17-nin üzərinə 0,5 X gələndə buradan bərabərlik yaranacaq. Bir dəqiqə lövhə mane oldu bizə. Deməli, burada bərabərlik yaranmalıdır. 0,5 mol X maddəsi, yəni maddənin yarımçığı gələndə bərabərləşəcək. Yəni, burada tənlik şəklində yazarıq ki, 32 bərabərdir 17 plus 0,5 X. Buradan 0,5 X bərabərdir 32-dən 17-ni çıxırıq. Olacaq 15. X də bərabər olacaq. Deməli, nəyi? 30. 30-un yarısı 15 edirdi. Aha, X də olacaq 30. Deməli, kütləsi 30 olan maddələri, qazları götürməliyik biz burada. Kütləsi 30 olanlar hansılardır? Birinci 28-dir götürmürük. İkinci 30-dur götürürük. Üçüncü 14, 16, 30-dur. Üçü də götürürük. 16 da 28-dir götürmürük. Deməli, biz X-in burada gördük ki, molyar kütləsi, yəni İsmail kütləsi 30'uymuş. Ki, yəni 30'un 0,5, 30 olsa 0,5 mol 15 qram eləyər. 15 ilə də 17-nin cəmi 32-ni verər. Belə, doğru cavab 2, 3. 55-ci suala baxaq. Deməli, deyir 0,2 mol metal CO3-ün kütləsi 25 qramdır. Metalın nisbatının kütləsini hesablayın. Sadə bir sualdır. Elə molun emerinə vurub kütləsinə bərabər eləyəcək. Yəni 0,2-ni vururuq metal CO3-ün emerinə. Onu da metal X götürək. CO3 də karbon 12, oksigen də 16, 3'ə 48 eləyəcək neçə? 60 bərabərdir 25'ə. Buradan X plus 60 bərabərdir 100, deməli 25'ə. 250-ni 2 bölü 125. X də bərabərdir 65'ə. Deməli, X-in nisbi atom kütləsi olacaq 65. 55-ci sualda. 56-cı sualda da, bu da eyni tipli bir sualdır. Yenə 0,5 molu vuraq metal CO3-ün emerinə, yəni X plus 60'a bərabər eləyək 42'yə. X plus 60 bərabər olacaq 420-ni 2 bölsək 210. X də bərabər 210-dan 160'ın çıxsaq yerdə nə qalar? 100. Deməli, bir dəqiqə burada mən nəsə səhv elədim yəqin ki. 420-ni 5'ə bölməliyəm, 2'yə yox, özür sayın. 420-ni 5'ə böləcək. 420-ni 5'ə böləndə 84 eləyəcək. X də bərabər olacaq 24'ə. Bayaqçında 0,2 idi, onun kimi yanaşdım burada. Deməli, X də olacaq 24. Deməli, metalın nisbi atom kütləsi 24-dür 56-cı sualda. Sonra, deməli, 57-ci sualda da yenə eyni tipli bir tənlik vururuq. Yenə molun 0,8-i vururuq metal CO3-ün emerinə, yəni X plus 12 ilə 48 cəmi 60 bərabərdir 100. Buradan, deməli,
Mötərizəni aça da bilərik, ya 100 0.8-ə bölə də bilərik. Bu dəfə mötərizəni açacağım. 0.8x plus 0.8-i 60-a vuranda 48 bərabərdir 100-ə. 0.8x bərabərdir 100-dən 48-in çıxanda 52. 520-ni 8-ə bölək. Bir dəqiqə bölüm. Deməli 520 bölünsün 8. Bu da eləyəcək deməli 65. Bu da oldu 57-ci sualın cavabı. Gələk 58-ci suala. Deyir, qələm metalın hidridinin və peroksidin mollar şüşələrinin cəmi 102 qramdır. Metalın nisbi atom kütləsini müəyyən edin. Deməli, qələm metalımız X-dir. Onun hidridi XH, onun peroksidi X2O2 şəklində qeyd eləyərik. Peroksiddə çünki oksigen mənfi bir oksijləşmə dərəcəsi göstərir. Qələm metal özdə müsbət 1 bu şəkildə yazılır. X2O2. İndi həm hidridi, həm də peroksidi mollar kütlələrinin cəmi 102-dir. Gəlin yazaq. Deməli, hidridi mollar kütləsini X plus 1 kimi yazarıq. Üzərinə peroksidi mollar kütləsini gəlirik, yəni 2x plus 32-ni. Bunların cəmi 102-yə bərabərdir. Buradan 3x bərabər olacaq 69-a, x də bərabərdir 23-ə. Deməli, doğru cavab olacaq 58-ci sualda 23. 59-cu sualda isə qələm metalın oksidini və peroksidini deyir. Deməli, oksidi olacaq X2O, peroksidi X2O2 bayaq kimi. Oksidində oksigen mənfi 2 göstərir, peroksidində mənfi 1. Bu şəkildə qurulur. Deməli, məsəl üçün natrium 2O və yaxud natrium 2O2 belə. Deməli, burada emirlərin yazsaq 2x plus 16 ilə 2x plus 32-nin cəmi bərabərdir 204-ə. Buradan 4x bərabərdir 16 ilə 32-ni toplayanda eləyəcək 48, 204-dən 48-in bir dənə çıxaq. 204 çıx 48 olacaq 156. X də bərabərdir 156-nı da bölürük 4-ə. Olacaq 39. Deməli, bu qələm metalında nisbi atom kütləsi olacaq 39, 59-cu sualda. Keçək 60-cı suala. 60-da deyir ki, 0,2 mol X brom üçün kütləsi 5,34 qramdır. X-in nisbi atom kütləsini müəyyən edir. Molun emirinə vurub bərabərlik kütləsinə, yəni 0,2-ni vururuq X brom üçün emirinə, yəni X plus brom 83 vuranda 240 bərabərdir 5,34-ə. Burada məhsul vuruq kimi baxaq X plus 240-a. Onda 5,34-ü bölək 0,2-yə. Yəni 534-ü bölək 2-yə. 534 dəqiqə 34 bölünsün 2. 267 X də bərabərdir 27-yə. Deməli, burada 60-cı sualda cavab olacaq 27. 61-ci suala baxaq. Deməli, 0,1 mol X2O3 kütləsi 16 qramdır deyir. Sonra da 0,5 mol Xn O4-ün kütləsində verib eni soruşur. Bayaq da buna oxşar bir sual verdi. Biz burada ilk öncə X'in nisbi atom kütləsini tapaq ki, digər birləşmədə də X'in ayrın, yəni nisbi atom kütləsini qoyaq, eni tapaq. Deməli, yenə bax 0,1-i vuraq bunun emirinə. 2x plus 48-ə bərabər eləyək 16-ya. Buradan 2x plus 48 bərabər olacaq 160-a. 2x bərabərdir 112, x də bərabərdir 56-ya. Bu belə, x-in ayrı 56-dır. İndi davamını gətirək. X-in ayrını bilirik, sadəcə indi n məlumdur. Digər birləşmədə xn O4. Burada deməli 0,5-i vursaq bunun emirinə. İndi x-i 56 götürürüm. N-ə də vuranda indi x-nə 56 n olacaq. Plus oksigen də 16-nı 4-ə 64 bərabərdir 11,6-ya. Deməli, buradan 56n plus 64 56n plus 64 bərabərdir 11, onda 6-nı 0,5-ə bölək. Yəni 1165-ə. Bir dəqiqə 1160 bölünsün 5. 232. 232-dən də çıxırıq 64-ün 168 eləyəcək. N də bərabərdir 3-ə. N tapırıq, deməli 3. 61-ci sualın cavabı olur 3. Keçək 62-ci suala.
62-də deyir müəyyən həcm metanın kütləsi 80 qramdır. Eyni şəraitdə həmin həcm oksigen qazının kütləsini hesablayın. Deməli, normalda metanın kütləsi 16 qramdır. Görək müəyyən həcm metan, yəni neçə həcm, neçə moldur, ya litrlə deyə fərqi yoxdur. Elə molla qeyd eləyək, görək həmin metanın mol miqdarı nə qədərdir. Deməli, 16 qram 1 mol deyil, 16 qram 1 moldur. Və 80 qram metan neçə moldur? 2. Bu eləyəcək 5 mol. İndi həmin qədər oksigen neçə qramdır? Oksigenin də 1 molu 32 qramdır. Bəs bunun da həminki qədəri 5 molu neçə qramdır? 2. Bu da 160 qram. Doğru cavab olacaq 160. Belə 80-i yəni 16-ya böldük 5 mol. 5 mol oksigen neçə qramdır? 5 vur 32 eləyir 160. 63 də yenə eyni bir sualdır. Müəyyən həcm propanın kütləsi. Propan özü 44-dür. Əvvəlcə bunu mola çevirmək üçün 13,2-ni bölərik 44-də. Bu eləyəcək 0,3 mol. İndi həmin qədər mol karbon monoksid, yəni 0,3-də karbon monoksidin kütləsini 28-ə vuraq. Neçə eləyəcək? 8,4 eləyəcək. 63-də də cavab 8,4. 64-cü sualda deyir, eyni kütləli oksigen və ozondan ibarət qaz qarışığının orta molyar kütləsini hesablayın. Deməli, oksigen və ozon normalda, yəni belə deyək də, bunun kütləsi 32-dir, bu da 48-dir. Eyni kütləli deyirsə, bunların ilə atomların sayı eyni olsa, kütlələri də eyni olar. Çünki eyni oksigendən əmələ gəlib də, məsəl üçün 3 mol, 2 mol belə götürsək, hər ikisi həqiqətən 96 qram eləyər, eyni kütləli olar. Elə 3 mol, 2 mol, ya 1,5 mol, 1 mol, fərqi yoxdur, 6 mol, 4 mol, yəni biz elə tam ədədlə minimumdan getdik. Burada orta molyar kütləni hesablayanda fərqi yoxdur, yəni ixtisar olmuş halı ilə də hesablasaq eyni cavab alırıq, nəyisə vurulmuş halı ilə də eyni vaxtda hansı ədədə vursaq da yenə də eyni cavab çıxar. Deməli, 3-2 ilə geçsək, 3 vurulsun 32 plus 2 vurulsun 48, məxrəcdə 3 plus 2. Yəni ilə sürət onsuzdur, o da 96, bu da 96. 192 eləyəcək sürət. 192, məxrəcdə də 5. 192-ni də 5-ə böləndə, deməli, qoyduğumda, haradasa, bir dəqiqə, 192-ni bölək 5-ə, tam. 38,4 eləyəcək. 38,4. Belə, deməli, orta molyar kütlə olacaq 38,4. Keçək 65-ci suala. 65-də deyir 44,6 qram X3N2 birləşməsində cəmi 6,2/23 sayda atom var. X elementin nisbi atom kütləsini hesablayın. Deməli, burada 44,6 qramda 6,2 vurulsun 10^23 sayda atom varsa, özünün də kütləsini indi aşağıda qeyd edirik ki, özü də 3x plus 28 olanda emeri. Burada da atom indekslərini toplayırıq. 5 vurulsun 6,2 vurulsun 10^23 saydadır. Burada da 6,2 vur 10^23'lər gedir. Sadəcə 1 qalır orada. Buradan 3x plus 28 bərabər olacaq. 5-i 44 onda 6-ya vuracaq. Bir dənə vuraq. Deməli 44 onda 6-nı vuruq 5-ə. 223. Buradan 3x bərabərdir. 223-dən çıxırıq. Deməli 28-in 195 və onu da bölürük 3-ə. Bölürük 3-ə. X olacaq 65. Deməli burada X-in nisbi atom kütləsi olacaq 65. 65-ci sualın cavabı da 65-dir. Keçək 66-cı suala. Eyni qaydada burada da 10 qram maddən deməli içində atomun sayı deyir. 3 tam %1 vurulsun 10^23'dür. Biz də özünün emirini yazırıq ki 3x plus 28-də də atomların sayı toplayırıq ki 5 atom var indekslərində. 3x 2-dən daha çox cəmi 5 atom var. 5 vurulsun ilə 5 vurulsun 6,2 vur 10^23. Buradan deməli 10^23'lər gedir. 3,1 də bundan gedəndə 2 qalır. 5 vur 2, yəni məxrəc aşağı hissədə 10 qalır. Burada sadəcə 1 qalır. 2x plus 28 bərabərdir. 10'u da 10'a vuranda 100. 2x bərabər 128-in çıxanda 72. X də olacaq.
Deməli, x-də 36 eləyir, amma 36 olan hansıdır ki? Nəysə, yenə səhv elədim deyəsən. Dəqiqə baxım. Söhbət 66-dan gedir burada. 66-da 3x plus 28-də 2x yox. Deməli, 3x olacaq. 66-cı sualda x 3 2, 3x üstə gəl 28 eləyir. 3x üstə gəl 28, 3x üstə gəl. 3x bərabərdir 72, 72-ni də 3-ə böləndə 24 eləyəcək deyir, amma 36 olan bir element yoxdur. Belə, deməli, burada diqqətsizlik səhv idi. Belə, keçək 67-ci suala. O suallardan bayaqdan çox işləmişik onsuz da. Deməli, 67-də deyir, 32 qram CH4 qazının 40 litr həcm tutduğu təzyiq və temperaturda 64 qram SO2 qazı neçə litrdir? Deməli, 32 qram CH4 əgər 40 litr tutursa, bunun 16 qramı neçə litr tutar? Çünki özün mollar şürəsi 16-dır da, yəni bunun 1 moluna uyğun gələn həcm nə qədərdir? X də bərabərdir 20 litr. Deməli, bunun 1 mol 20 litr həcm tutursa, həmin şəraitdə SO2-nin də 1 mol o qədər tutacaq. SO2-nin özü emirdə 64-dür, elə bunlar da 64 qram SO2 deyir. Elə 64 qram SO2 elə 20 litr də burada həcm tutmalıdır. Da başqa bir qram versəydi, ona da x qoyardı. Fakt 64 bunun emirdir. Bu bizə tapdıq ki, metanın 1 molu, yəni 16 qram onun 1 moldur da 20 litr həcm tutur. Onun tutduğu həmin şəraitdə, təzyiq və temperaturda bunun da 1 mol 20 litr tutacaq. Bu da 64 qram 1 mol deməkdir. Cavabımız olacaq elə 20. Burada cavab oldu 20. İndi 68 də bu tiplidir. Bir buna da baxaq. İndi 16 qram oksigen qazının 5 litr həcm tutduğu təzyiq və temperaturda. İndi biz burada tənassüb quraq ki, 16 qram oksigen əgər 5 litr tutursa, bəs 32 qram oksigen nə qədər tutar? Mənə 32 qram lazımdır, emeri, yəni 1 molu lazımdır. Bu da eləyəcək 10 litr. İndi bu əgər oksigen 1 molu 10 litr həcm tutursa, həmin təzyiq və temperaturda SO2-nin də 1 molu 10 litr tutacaq. Bunun da 64 qramı 10 litr tutacaq. Bəs 16 qramı nə qədər tutar? X. Bu da 4-ə bölmüş. Onu da 4-ə böləndə eləyəcək 2,5. Deməli, 68-də də olacaq cavabımız 2,5. 69-cu suala baxaq. Deməli, maddələrin miqdarlarını, mol miqdarlarını tapıb toplamalıyıq. 64 qram O2, bilirik ki, O2 özü 32 qramdır. 64-də 32-yə bölündə 2 mol eləyəcək. A olacaq ki, 89,6 litr N2 bölür 22,4-ə, bu da 4 mol eləyir. Hamısı mola çeviririk. 3,1 vur 10 üstü 24 molekulda, 3,1 vur 10 üstü 24-ü də bölürük Avogadro ədədinə 6,2 vur 10 üstü 23-ə. Bu da eləyəcək 5 mol. Bu da 5 mol eləyir. Deməli, yəni burada bu getsə 2 qalır, buna bu getsə 10 qalır, 10-da 5. 5 də bu eləyəcək. İndi cəmi istəyir. 2 ilə 4, 6, 6 ilə 5 eləyəcək 11. Cavab olacaq 11. 70-ci suala baxaq. Deməli, reaksiyanı yazırıq. Alüminium plus H xlor. Buradan alınır alüminium xlor 3 plus H2. Əmsallaşdıraq bir dənə. Deməli, bura 1-2 yazırıq, bura 1-2 yazırıq, 6, 3 düzəlir. İndi bizə nə verib burada? Veribdir, x-lə y-in birini verib, birini də soruşur. Görə x-lə y nədir burada? Burada mol miqdarı böyük olan, baxın reaksiyada, hidrogen olduğuna görə y hidrogendir, hündürdədir, daha çox miqdarda alınıb yuxarıda. X aşağıda daha az miqdarda alınıb, alüminium xlor əmsalı kiçikdir də hidrogenkindən. Bu da x də alüminium xlor 3-dür. Deməli, hidrogeni verib 0,6 yazıram üzərinə 0,6 mol, özü də 3. Və alüminium xlor 3-ü də soruşur. Elə üstünü x qoyuram, altdan da 2. X də bərabər olacaq 0,10-da, deməli 4-də. Belə, deməli 70-ci sualın cavabı da olacaq. Burada 0,10-da 4. Gələk 71-ci suala. Deməli 71-ci sualda deyir hidrogen və oksigendən ibarət və H2, bir də O2. 32 qram qarışığa, ümumilikdə 32 qram qarışığa deyir 40 qram oksigen əlavə edən zaman guruldayıcı qaz qarışığı əmələ gəlir. İlkin qaz qarışıqda hidrogen kütlə payını hesablayın. Əvvəlcə bunlar 32 qram olub. Bunun üçün də belə deyək. Birini götürək x,
Birində 32 çıxılsın 2. Oksigen olsun 2, hidrogen də 32 çıxılsın 2. İndi bizə deyir ki 40 qram fərqi yoxdur. Hidrogen olsun 2, oksigen 32 çıxılsın 2. Sonra heç bir fərqi yoxdur. Axırda diqqətli olmaq lazımdır dənə. İndi deyir ki, bura 40 qram oksigen əlavə edən zaman guruldayıcı qaz qarışıq əmələ gəlir. Oksigen bura 40 qram da gələcək. 40 qram gələndən sonra guruldayıcı qaz qarışıq əmələ gəlir deyir. İndi gəlin burada guruldayıcı qaz qarışığı nədir? Guruldayıcı qaz qarışığı hidrogen oksigen reaksiyası axırki suyun əmələ gəlməsi gurultu ilə partlaşdı əmələ gəlir. Ona görə burada deməli 2 həcm hidrogen, 1 həcm oksigenin bir-birinə reaksiyasıdır. 2 həcm hidrogen, 1 həcm oksigen qarışıqda, yəni guruldayıcı qaz qarışığında 2 həcm hidrogen olur, 1 həcm oksigen olur. Deməli, burada hidrogen 4 qramdır, oksigen də 32 qramdır. 4-ə 32 belə uyğundur. Və yaxud ixtisar yerinə 1-ə 8 belə də deyə bilərik. 4-ə 32 isə biz də hidrogenin altına hidrogenin qiymətini qoyaq. 32 çıxılsın 2. Oksigenin altına da oksigen kütləsini qoyaq. Yəni 2 plus 40. Belə bir tənasübdür. Yəni 4 hidrogenə, 4 qram hidrogenə 32 qram oksigen yoğun gəlirsə, 32 çıxılsın x hidrogenə isə 40 plus x qədər oksigen yoğun gəlir. Buradan deməli 4 ilə 32 ilə qarşı-qarşı ixtisar yerinə burada 1 ilə 8 qalır. Gəlin bunu çarpaz vuraq. 8-i vuraq 32 minus x-ə. 8-i 32-yə vuranda 240, 256. 256 minus 8x bərabərdir. 1-i də x plus 40-a vuranda elə x plus 40. Buradan 9x bərabər 256-dan 40-ın çıxana 216. X də bərabərdir. 216-nı da bölək 9-a. 216-nı bölürük 9-a. Eləyəcək 24. Aha. Tapdığımız x burada nəyi göstərir? Gəlirik bura. X burada əvvəlki miqdar qarışığın içində oksigen miqdarını göstərir. Bizə deyir ki, ilkin qaz qarışığının hidrogen kütlə payını hesablayın. Bu 40-ı silirəm. Deməli, x-in yerinə 24 tapmışam. Yazıram 24. Bu da 32 çıx x. Yəni 32-dən 24-ün çıxanda. Bu da nə qalır yerdə? 8. Aha, bu da bərabər 8-ə. 8 qram da hidrogen. İndi ilkin qaz qarışığında 8 qram hidrogen var. İlkin qaz qarışığı isə 32 qramdır. Bu 8 və 32-nin neçə faizini təşkil edir? Bunu tapmalıyıq. 8-i 32-yə bölüb 100-ə vuracaq. Bax, onun şərtinin altına yazıram. 8-i bölürəm 32-yə, vuram 100-ə. Bunlar gedəndə 4, 100-də 4-ə bölündə 25%. Deməli, 71-ci sualda cavabımız olacaq 25. Yəni, burada hidrogen x oksijeni 32 minus x götürsəydim, bəlkə daha yaxşı olardı. Fərqi yoxdur, yenə də eyni nəticəyə gəlib çatacaqdı. Belə, deməli, gələk 72-ci suala. Deməli, 72-ci sualda bizə deyir ki, birinci qabın boş kütləsi, və yazıram bura birinci, bu da yazıram ikinci. Birinci qabın boş kütləsi, ikinci qabın boş kütləsindən 4 dəfə azdır. Yəni, birinci ikincidən 4 dəfə azdırsa, ikinci də birincidən 4 dəfə çoxdur deyə bilərik. Gəlin, bu qabların kütlələrini M-lə işarə eləyək. Fərqi yoxdur, X-lə, Y-lə, sadəcə başqa məhsullar da olacaq. Elə qabları M götürək. Yəni, birinci ikincidən 4 dəfə azdır, deməli, ikinci birincidən 4 dəfə çoxdur. Birincini M götürürəm, ikincini 4M götürürəm. Sonra deyir, birinci qaba müəyyən qədər hidrogen, ikinci qaba qabın kütləsi qədər oksigen doldurduqdan sonra qabların ümumi kütlələri bərabərləşir. Birinciyə müəyyən qədər hidrogen, indi bax, qramla əlavə edirik də. O müəyyən qədər hidrogeni x qədər yazıram, örtəzdə yazıram, H2, kütlə daha yazdım. Digərini isə qabın kütləsi qədər oksigen. Qabın kütləsi 4M idi, 4M qədər də oksigen əlavə olunduqdan sonra qabların kütlələri deyir, ümumi kütlələri bərabərləşir. Deməli, M, altda yazıram, M plus x bərabərdir, 4M plus 4M bərabərləşir. Buradan x bərabər olacaq 7M-ə. X burada nəyi göstərirdi? Əlavə olunan hidrogeni. 7M qram hidrogen əlavə olunub. 4M qram da oksigen əlavə olunub. Onu bayaqda qabın kütləsi qədər demişdi. 4M götürmüşük də. İndi deyir ki, birinci qaba əlavə edilən hidrogenin mol miqdarı ikinci qaba əlavə edilən oksigen mol miqdarına neçə dəfə çoxdur? Deməli, birinci qaba əlavə olunan hidrogeni də mola çeviririk, ikinci qaba əlavə olunan oksijeni də mola çeviririk və o birinci hidrogenin molu oksijenə neçə dəfə çoxdur onu müəyyən edirik. Mola necə çevirəcəyik? Hidrogen 7M, yazıram nü hidrogen bərabərdir, kütləsi 7M'dir, bölürəm mollər kütləsini 2-yə. Bu oldu hidrogeninki.
Sonra nu oksigen bərabərdir. Oksigenki 4m-dir bölürəm mollar kütləsini 32-yə. Bu da m bölünsün 8 deyə bilərik. İndi elə bu bundan neçə dəfə çoxdur? Hidrogeninki oksigendən neçə dəfə çoxdur? Hidrogen mol oksigen moluna bölək. 7m bölünsün 2-ni m bölünsün 8-ə bölək. Bu da olacaq 7m bölünsün 2 vurulsun 8 bölünsün m. Buradan m'lər gedəcək. 8-lə 2 gedir, burada qalar 4. 7 dəfə də 4-ün olacaq neçə? 28. Aha, deməli 72-ci sualda cavabımız olacaq 28. Hər ikisini yəni mola çevirdik. Sonra da hidrogen molunu oksigen moluna böldük. Çünki ona neçə dəfə çoxdur deyir bizə. Keçək növbəti suala. 73-cü suala baxaq. Deyir, Z elementinin nisbi atom kütləsini hesablayın. Deməli, burada şəklə, qrafikə diqqətlə fikir veririk. Əvvəlcə baxın bu nöqtəyə. Gəlin bunların hamısını eyni vaxtda 10-a vuraq. Yəni, bunlar tam ədədlər olsun da. 1 mol, 2 mol, bu olsun 62, bu olsun 103, bu olsun 156. Deməli, x2, y-in 1 molu 62-dir gördük. Deməli, burada m, x2, y bərabərdə 62. Onda bu o demək ki, 2x plus y bərabərdə 62. Belə. Sonra başqa nəyin üstündə kəsişmə var? Bax, burada. Burada kəsişir. 1 molu 103. Deməli, m, x2, y2 bərabərdə 103. Yəni, 2x plus 2y bərabərdə 103-ə. Bu tənliyi də gətirək bunun aşağısına qoyaq. 62-yə. Gəlin bunu sistem tənliyi halında həll eləsək. Yuxarıdan aşağını çıxsaq 2x-lər gedəcək. Y bərabərdə 103-dən 62-ni çıxırıq. Nə qalır? 40, 41. 41. Y oldu deməli. 41. 41 biraz dəqiq 41 eləyir. 103-dən 62-ni çıxanda. Bu 103-dür, bu da 62-dir də. Bir dəqiqə üzrü sayın. Mən burada x-zeti x2 y kimi qeyd eləmişəm. Tamamilə burada səhv eləmişəm. Bir dənə bu hissəni silim. Aha, deməli burada səhvə yol verdik. 2x plus y, 2x plus y 62 idi. Bunu bildik. Gələk, indi birinci elə mən x-zdən qabaq, bu nöqtə qoydum, buranı işləmək istəyirəm. Çünki x ilə y arasında, z-i hələ bura qatmaq istəmirəm də, istəyirəm buradan birini tapaq heç olmasa. Y-in 41 olmağa normal gəlmədi deyə baxdım ki, səhvdir. Deməli, burada 2 molu 156 qramdır. 2 molu 156-dırsa, x2 y-in 2 molu 156-dırsa, bunun 1 molu olacaq 78 qram. Söhbət nədən gedir? X2, Y2-dən. Bunun 1 molu 78-dir deməli. Deməli, bunun tənliyi belə olacaq. 2x plus 2y bərabərdir 78-ə. İndi üstdəki tənliyi getirək bunun altına qoyaq. 2x plus y bərabərdir 62. İndi bunu sistem tənliyi şəklində həll eləsək, yuxarıdan altdakı tənliyi çıxsaq, 2x-lər gedir. Bir də y bərabərdir 78-dən 62-ni çıxanda 16. Aha, y 16 tapdıq. Y 16-dırsa yerinə qoyaq, bir dənə x də tapaq. X-də tapaq, o da bizə lazım olacaq. Deməli, yerinə qoyaq. Bax, altdakı tənlik ki var, 2x plus y. Orada yazıram 2x plus 16 bərabərdir 62. 2x bərabərdir 46-ya. X də olacaq 23. 50, 62 düzdür. Bu da 23. Deməli, x-də 23 tapdıq. Bu belə. İndi gələk. Artıq bu nöqtə qoyduğum yer. Bayaq birinci buranı eləyirdim, səhv yazmışdım. Deməli, 1 molu 103 olan x-zdən söhbət gedir. Bu x-zdən 2-dir. Bayaq mən x2 y belə hesaplamışdım. Deməli, x-zin 1 molu, yəni mollar kütlə x-z bərabərdir 103-ə. Yəni, x plus z bərabərdir 103. Axı, mən burada x-i tapmışam 23-dür. 23 plus z bərabərdir 103. Buradan da z bərabər olacaq. 103-dən də çıxırıq 23-ün. O da eləyəcək 80. Belə, z də oldu 80. Yəni, ardıcıllığa bir dənə fikir verin. Əvvəlcə x2, y, sonra x2, y2. Yəni, x ilə y arasında olanları elədik. Z-i bura qatmadıq hələ. Ki, biz buradan heç olmasa x, y tapaq. Tapandan sonra artıq z tapmaq asandır.
Gələk bir dənə 74-də baxaq. Yenə eyni tipli bir sualdır. Burada bu dəfə diqqətli olaq. Deməli 74-cü sualda. Yenə bu vergülləri ataq. Yenə bunları tam ədədə gətirək. Vergüllər bizi dayda geri salır. Ondan işləsək əgər. İlk öncə hardan başlayaq? İlk öncə bura baxın bir dənə nöqtə qoyduğum yer. 1 molu 56-dır XY-in. Deməli molyar kütlə XY bərabərdir 56-ya. Yəni x ilə y-in cəmi bərabərdir 56-ya. Bir də indi y2-ni tapacam. X-y2-nin də 2 molu 144-dür. 2 molu 144-dürsə 1 molu da 72-dir. Söhbət nədən gedir? X, y 2-dən. 2 molu 144, 1 molu 72. Yəni x plus 2y bərabərdir 72-yə. Ardınca bu tənliyi də gətirəm, aşağısına qoyuram. X plus y də bərabərdir 56-ya. Buradan bir sistem tənliyi eləyək bunlar arasında. Yuxarıdan aşağıdan çıxsaq x-lər gedər. Y bərabər olar 72-dən 56-nı çıxanda 16. Y oldu 16. Y 16-dırsa, yerinə qoyanda elə bu aşağıdakı tənlikdir. X-dən y-in cəmi 56-dırsa, x də olacaq 56-dan 16-nı çıxanda 40. X də tapdıq. X də 40-dır. İndi gələk x-2 birləşməsinə. X-2 birləşməsinin 1 molu 111-dir. Bu toskada kəsişirlər. 1 molu 111-dir. Yəni M x-2 bərabərdir 111. Yəni x plus, qara ilə bir dənə yazım. X plus 2z bərabərdir 111. X də 40 tapmışıq axı. 40 plus 2z bərabərdir 111. Buradan 2z bərabərdir. 111-dən 40-ını çıxırıq. 71. Z də bərabərdir 71-də 2-yə bölündə 35,5. Belə, bu da oldu Z-in qiyməti. Bu da 74-cü sualın cavabıdır. 75-ə gələk. 75-də deyir, eyni mol miqdarda götürülmüş x2O və x3O4 qarışığının kütləsi 78,4 qramdır. Qarışıqda 1,4 mol oksigen atomu varsa, x-in nisbi atom kütləsini hesablayın. Deməli, x2O3, bir də x3O4. Qarışığın kütləsi 78,4-dür. Qarışıqda 1,4 mol oksigen varsa, normalda bir dənə baxın oksigenlərin mol saylarına toplayanda 7 oksigen var. 7 oksigen var. Bu da deyir 1,4 mol oksigen varsa. 1,4-ü 7-yə böləndə 0,2 eləyəcək. Hərəsindən 0,2 mol olsa, həqiqətən 0,2-ni 3-ə vuranda 0,6 mol oksigen bunda eləyər. 0,2-ni 4-ə vuranda 0,8-də bunda eləyər. Cəmi də 1,4 mol oksigen eləyər. Bəli, elə mol miqdarları deməli neçə imiş hər ikisinin 0,2 mol imiş. İndi həmin 0,2 molları artıq buranı silək. Aşağıda silək. Molların vuraq emirlərinə toplayıb 78,4-ə bərabərləyək. 0,2-ni vuraq 2x plus 48-ə üstünə gəlirik. 0,2-ni vururuq 3x plus 16-nın 4-ə 64-ə bərabər eləyirik 78,4-ə. Belə 78,4. İndi bunu hesablayaq. Hər tərəfi 10-a vursaq, bunlar 0,2 olacaq 2. Burada düzəldirim. Bu 0,2-də olacaqsa yenə də 2. 784 olacaq da. 78,4 yox, 784. 10-a vurdum. Hətta 2-yə də ixtisar apara bilərik eyni anda. 2 ixtisar aparanda olacaq 2x plus 48 plus 3x plus 64 bərabərdir. 784-ü də bölək 2-yə. Bir dənə bölək onu da. 784 bölünsün 392. Gəlin əliyək. 5x bərabərdir. 392-dən çıxaq həm 48-i, həm də 64-ü. 280. X-də 280-də bölürük 5-ə olacaq deməli 56. Belə bu qaydada.
Yəni burada bir dənə verilən oksigenlərin cəmi, yəni bizdə normalda 7 oksigen atom eləyirdi. Bu da 1,4-dür. 1,4-ü 7-yə böldüm. Görüm 0,2 mol olsa bu şəkildə olar. İlk öncə yəni elə başlayırıq girişi. Sonra yenə 76-cı sualda yenə eyni tipli bir sualdır. Yenə də bunu da yazırıq. X2O3, X3O4. Yenə oksigenlərin sayı burada. Oksigen demir, bu dəfə artıq X atomu deyir. Deyir ki, qarşılıqda 0,5 mol X atom varsa. Hal-hazırda neçə X atom var? Toplayanda X-ləri. X-ləri toplayanda 5 X atom var. Deməli 0,5-i bölək 5-ə, bu da eləyəcək 0,1 mol. Hərəsi 0,1 mol olsa, 0,1 molda 0,2 X bunda olar, 0,3 X bunda olar, toplayanda 0,5 X olar. Bəli, bu şəkildə bu. Deməli, bu molların müraciət əmrlərinə bərabər eləyəcək 39,2. 0,1-i vururuq 2x plus 48-ə, 0,1-i vururuq 3x plus 64-ə, bərabərdir 39,2. Hər tərəfə 10-a vursaq, onda olacaq elə 2x plus 48, 10-a vurana 1 edir də, möhtərizəni götürəm, plus 3x plus 64, bərabərdir 392. Buradan 5x, 392-dən çıxaq. Dəqiqə 392 çıx, həm 64-ü çıxaq, həm 48-i. 280. 280 də bölündə 5-ə, yenə x olacaq 56. Deməli, yenə 76-cı sualın cavabı olacaq 56. 77-ci sual. Deməli, burada qarışıqda həm kalsium oksit var, həm də kalsium hidroksit var. Və qarışıqda elementlərin kütləsini veribdir. Kalsium 160 qram, oksigen 96 qram veribdir. Qarışıqdakı kalsium oksitin kütləsini hesablayın. Biz bilmirik də bunların hərəsindən neçə moldur. Gəlin birini götürək x mol, birində y mol. Buradan yazıram kalsium, bir də yazıram oksigen. Belə bölgü şəklində yazaq. Hərəsinin içindəki kalsium oksigenə uyğun olaraq qeyd edək. Birinci birləşmədə 1 molunda kalsium 40 qramdır. X molunda olacaq 42. Buraya yazıram 42. Oksigen 1 molunda 16 qram oksigen var birinci birləşmədə. X-ə də vuranda 16x. İndi gələk digərinə. 1 molunda kalsium 40 idi. Y-ə vuranda 40y. Oksigen 32 qram oksigen var. Y-ə vuranda 32y. İndi gəlin kalsiumları toplayaq. Yəni 42-sinə 40y cəmləsək 160-a bərabər eləyəcək. Bu arada hər tərəfi 40-a ixtisaraq x plus y də bərabərdir 4-ə. İndi oksigenə gələk. 16x plus 32y bərabərdir. Bu da 96-ya. Burada da hər tərəf 16-ya bölsə x plus 2y bərabərdir 6-ya. Bu tənliyi də gətirək. Burada qeyd eləyək. X plus, qara ilə yazacağım. Deməli, x plus y bərabərdir 4-ə. Bu iki tənliyi arasında indi bölünüb belə səhmi olmur tam. Yəni, sistem tənliyi əldə eləsək, üstdəki tənlikdən aşağıdakı tənliyi çıxsaq, x-dən gedəcək, y bərabər olacaq 2-yə. Y2 isə aşağıdakı tənlikdə yerinə qoyanda x də bərabərdir 2-yə. İndi qarşılıqda kalsium oksidin kütləsini hesablayın. Kalsium oksidi biz x mol götürmüşdük. X mol, yəni 2 mol. 2 mol kalsium oksidi var. İndi bunun kütləsini istəyir bizdən. Deməli, 2-ni vuracaq kalsium oksidin emerinə. 56-ya, yəni 46-56 eləyir. Bu da eləyəcək 112. Deməli, doğru cavab olacaq 112. 78-ci sualda deyir ki, 1 mol miqdarında olan atom sayı. Deməli, 3 yana. 3 atom olanlar 1-ə B. Sonra, neçəsən, 1-ə sadəcə B. Sonra 4 yana, 4 atom olanlar C-də də 4-dür. Başqa var, xeyr. Sadəcə C. 5 atom olanlar da, olanda sadəcə Y variantı. A-da 2-dir. Sonra D-də 7 atom var. Belə, 79-da oksigen qazının kütlələri üçün uyğunluğu müəyyən edin. Deməli, oksigen qazının kütlələri üçün. Yəni, bunların hər birini elə mola çevirək, ən qəşəngi odur. Həm qram tərəfi mola çevirək, oksigenli də hamısı, həm də molekul litr, bunları mola çevirək. Bax, deməli, 9,6-nı 32-yə böləndə 0,3 mol budur. 12,8-i 32-yə böləndə 0,4 mol, 6,4-ü 32-yə böləndə 0,2 mol. Belə. İndi bu molekulları mola çevirək. 1,204 vur 23-ü böləndə 6,2 vur 23-ə. Bu eləyəcək
0,2 mol. 672'ni 22 ona 4'e böləndə 0,3 mol. Bu 22 ona 4'e bölürük 0,4 mol. 0,2 mol. 9,3 1 onla 5 mol eləyəcək. Onda Y heç birinə aid deyil. İndidən yeni silək. Yoğunlaşdıran da 1'ə deməli 0,3 olan 1'ə B. Deməli 79-cu sualın cavabını buradan qeyd edirəm. 1'ə B, 2'ə 0,4 olan, yəni 2'ə C, 3'ə də 0,2 olanlar həm A, həm də D. 3'ə həm A, həm də D. Belə yoğunlaşdırırıq. İndi yenə 80-ci sualda bu dəfə karbon qazı deyir. Yenə karbon qazını həm qramları mola çevirək, həm də elə sağ tərəfdə molekuldur, litrdir. Yəni qramları çevirəndə mola 44'ə böləcəyik. 13,2-ni 44'ə böləndə 3, deməli 0,3 mol eləyəcək. Bunu 44'ə böləndə 1,5 yox, 0,15 mol. Bu da 0,2 mol. Belə. İndi molekullar 1,204 bronz 23'ü 6,2 bronz 23'e bölündə 0,2 bu eləyəcək. 0,15 bu eləyəcək. 22,4'ə bölürük bu litri. Bu eləyəcək elə 3 mol, tam olaraq 3 mol. 3,36'nı 22,4'ə böləndə 1,5 yox, 0,15 eləyəcək. 1,806 bronz 23'ü də böləndə 6,2 bronz 23'ə, bu da 0,3 eləyəcək. İndi deməli 80-ci sualda yoğunlaşdırma belə olacaq ki, 1'ə 0,3 olan 1'ə olacaq sadəcə deməli Y. 1'ə Y. C uyğun deyil, C heç birinə uyğun deyil. Sonra ikinci uyğun gələcək 0,15 olan 2'ə B. 2'ə B, sonra nə var? 2'ə 0,15 həm B, həm də D. Sonra üçüncüyə də, üçüncü 0,2 olan 3'ə də sadəcə olacaq A variantı. 3'də 0,2 olan da sadəcə A'dır. Deməli A, B, D, Y, C variantı heç birinə aid olmadı. (81, 82). Bunlar da deməli litrləri mola çevirək, elə qramları da mola çevirək, yoğunlaşdıraq. Deməli 11,2 litri mola çevirsək, 22,4'ə bölsək 0,5 mol. 4,48 22,4'ə bölsək 0,2 mol. 5,6'nı 22,4'ə bölsək 5,6'nı 22,4'ə böləndə 4'də 1. 0,25 mol. İndi 0,4 qram H2 böləndə emerinə, bunu da emerinə bölək mola çevirmək üçün 2'ə bölək 0,2 mol. 22'ni 44'ə bölək 0,5 mol. 8'i 40'a bölək 1 bölünsün 5, o da 0,2. 10'u bölək, yenə 10'u bölək 40'a, yəni 1 bölünsün 4, 0,25. 32'ni də 32, elə 1 mol. Belə, indi yoğunlaşdıraq. Deməli, yazırıq 81-ci sualı. Birinciyə 0,5 olan hansı var? Birinciyə B variantı uyğun gəlir. İkinci 0,2 olanlar həm A, həm də C. A, C. Üçüncü 0,25 də olacaq D. Belə. Y variantı da heç birinə uyğun deyil. 82-ci sualı baxaq. Eyni qaydada əvvəlcə litrləri mola çevirək. 22,4'ə bölündə 0,1 mol bu eləyəcək. 1,5 mol, bu da 0,5 mol. Bunları da hərəsinin öz emerinə bölək. 48'i 32'yə böləndə 1,5. 1,6'nı 16'ya böləndə 0,1. 96'nı 64'ə böləndə 1,5. 15'i 30'a böləndə 0,5. 4,2'ni də 28'ə böləndə. Dəqiqə bunu bölüm. Deməli 4,2'ni bölürəm 28'ə 0,15. 0,15. İndi yoğunlaşdıraq. Deməli burada 82-ci sualda 1, 2, 3. Birinciyə 0,1 olan olacaq B. 1'ə B. İkinci 1,5 olan A ilə C. Üçüncü də 0,5 olan sadəcə D. Y heç birinə aid deyil. Belə.